Artıq bu bizim səhv eləmirəmsə 28-ci dərsimizdir və 28-ci dərsimizdə də biz sizinlə artıq belə də mövzu gedirik bala-bala və bugünkü dərsimizdə də alkinlər və aromatik karbohidrogenlərdən 2008-2024 aralığında qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarına birlikdə baxacağıq. Görək bizi belə deyək də, nə tip suallar veriblər bizə, həmin suallara baxacağıq. Deməli, alkin və benzol. Uşaq, bütün suallarınızı verin, qəbul suallarıdır bunlar. Diqqətli olmaq lazımdır bu suallarda. Salam Nihat, salam, hər vaxtın xeyir olsun. İnşallah görək başımıza nə gəlir. Getdik. Qəbuldan 22 düzüm var, deyir Mələk. Olsun, problem deyil. Yaxşıdır əslində qalanda. Bu deməkdir ki, sən yavaş-yavaş mövzuları möhkəmləndirirsən. Ümumiyyətlə, bizim dərsimizdə olan belə deyək də, uşaqlar hamısı mütləq şəkildə öyrənirlər. Hətta qəbuldan sualı olmayanlar da var. Ay maşallah. Deməli, o demək ki, qəbul imtahanlarına girsəydin, sən bu mövzuya düşən qəbul suallarını düppədüz yazacaq. Ya Allah, başlayaq. Uşaqlar, çəkinməyin, bütün suallarınızı verin. Kimlə sual olsa, səs atsın, soruşsun və s. və ilə. Yəni, çalışın ki, bu məsələlərə diqqətli olaq. Hə, uşaqlar, deməli, üçüncü sualı soruşur şagirdlərimizdən biri. Deyir ki, müəllim, hansı burada maddələr bromlu suyu rəngsizləşdirir soruşur. Biz demişdik ki, alkan, sikloalkan bromlu suyu rəngsizləşdirmir uşaqlar. Ona görə burada variant eləməyə keçirilən. B variantı uşaqlar kimə görə ələnəcək? B variantı adı nədir? Propan var. C variantı uşaqlar. Burada biləmə çaşdıran məsələlər var. İndi onlar mən sizə hamısını deyəcəm. E variantı ən azından alkan var deyə getdi. Uşaqlar, burada cavabımız elə A variantı olacaq. Niyə? Etilən uşaqlar bildiyimiz kimi iki qat rabitə, pir rabitəsi olur. Yəni karbon atomları arasında pir rabitəsi olan maddələr bromlu suyu və kalium permanqanat məhlulu rəngsizləşdirir. Etil nədir? Alkin sırasının birinci nümayəndəsidir. Bu da rəngsizləşdirir. Vinil benzol uşaqlar. Vinil benzol nə edir? Benzolun təpəsində nə olurdu? Vinil radikalı olurdu. Bax gördüyünüz bu radikal. Və bu da bromlu suyu nə edir? Rəngsizləşdirir. Hər vaxtın xeyrin ola, hər vaxtın xeyrin. Yəni cavabımız A variantıdır. Uşaq, vinil benzolun digər adı stiroldur. Yok. Hə, ay sağ ol. Burada da müəllim, o biri variantlar niyə olmur? C variantı niyə olmadı? Polistirol dediyinə görə bu iki qat rabitə qırılır və maddə polimerləşir də. Yəni burada artıq pir rabitə qalmadı. Yəni bu bromlu suyu rəngsizləşdirməyəcək. Söz yox, divini rəngsizləşdir. Çünki divinildə nə var uşaqlar? İki qat rabitə var deyə, pir rabitə var deyə karbon atomları arasında bu rəngsizləşdirir. Etil benzol uşaqlar. Etil benzol rəngsizləşdirmir bromlu suyu. Amma polietilen o da rəngsizləşdirir. Amma butin bir rəngsizləşdirir. Nəyə görə? Butin bir alkin uşaqlar. Pir rabitə var karbon atomları arasında. Bu da nə edəcək? Amma bizə hamısı rəngsizləşdirmək lazımdır. Ona görə testimizin cavabı A variantı olmuş olacaq. Digər variantlar uşaqlar benzoldur. Etan olsa zaten dedim rəngsizləşdirmir də. Bax belə. Üçüncü sualda cavab elə A variantı olacaq. Bəli, alkadiyonlarda sis transizamellik alkinlərdir. Ümumiyyətlə sis transizamellik belə deyək də, əsasən karbon atomları arasında iki qat rabitəsi olan maddələr. Alkenlər və alkadiyenlər üçün xarakterikdir. Əsasən. Yəni biz bunları öyrəndik. Sonra əslində onun izahı biraz uzun-uzadıdır. İnşallah bir gün vaxt olsa adı nədir? O məsələləri mən sizə danışaram. Yaxşı, narahat olmayın. Keçək dördüncü suala görə dördüncü sualda söhbət nədən gedir? İndi bəzi məsələlər var uşaq, onlara bu dərs sırasında danışmaq olmur da, çünki o vaxt aparır biraz. Deməli, hansı sxem üzrə alkin alınır? 1,2 dixlor etan. Uşaq, alkin almaq üçün biz dedik ki, dihallogeni törəmədirsə əgər, biz onun üzərinə gəlirdik. Qələvinin spirtdə məhlulu gəlir. Uşaqlar, qələvinin spirtdə məhlulu gələndə 2 dənə kalium, 2 dənə xloru götürür. O 2 kalium xlor. Bu dərsin izahında da var. 2 dənə OH, H-ın birini buradan, birini buradan götürür. Əmələ gəlir su və yerdə nə alır? CH, 3 qat rabitə CH. Bax, burada alınacaq. Müəllim, bəs ikincidə niyə alınmır? Səbula deyəcəm, hamısını deyəcəm, narahat olma. İkincidə bəs niyədir? Bir xlor propan. Uşaqlar, bir xlor propan bildiyimiz kimi birinci karbondan ayrılır. Birinci karbondan xlor ayrılır. Bir brom propanda. Bizə də bir gözlə. Və bunun da üzərinə biz kalium OH-ın spirtdə məhlulu gəlir. Demişdik ki, monohalogeni törəmələrə. Qələvinin spirtdə məhlulu alkin alınır. Kalium xloru götürür. Kalium xlor. OH daşın birini götürür. Alınır H2O və yerdə nə qalır? Deməli, CH2, 2 qat rabitə CH, CH3. Yəni, bu nədir uşaqlar? Alkendir. Gəldin nəhayət üçüncüsü. Uşaqlar, üçüncüsünü alınacaq. Əvvəl 4 dənə karbon çəkirsən. 1, 2, 3, 4. İkinci və üçüncü karbondan xlor ayırırsan. Və bu şəkildə gördüyünüz kimi. Bu maddənin üzərinə 2 mol qələvinin spirtdə məhlulunu gələndə
2 dənə kalium, 2 dənə xloru götürür. Alınır 2 kalium xlor. 2 dənə OH da H götürür. H-ın birini buradan, birini buradan götürür. Əmələ gəlir 2 mol su. Üzərinə gəlinsin CH3, C3 qat rabitə və butin 2, yəni alkin alındı. Testimizin düzgün cavab variantı 1-3, yəni E variantı olacaq. Aydın oldu uşaqlar. Dördüncü sual. Bəli, bəli. Dördüncü sualı kim soruşmuşdu? Mələk soruşmuşdu. Deyir, aydın oldu. Nizami Deşi müəllim 10-cu sualda orada 8 dənə hidrogen çıxır, hə? Və orada CH 8 oldu. Baxacaq, mən 10-cu suala çatmamışam. Səbirli olacağam. Nizami, Mən səbirli olacağam. soruşa bilərəm. Hə, Hansı maddənin kalium OH-la reaksiya girib girmədiyini necə bilə bilərəm? kalium Benzolda OH-dan. belə Kaş suallar onu var. kalium OH-dan ümumiyyətlə qələvinin istər suda, istər spirtdə məhlulu ilə adətən monohalogenlər, dihalogenlər beləliklə reaksiyaya daxil ola bilər. İndi mənim yadıma gəlmir də hal-hazırda. Belə hansı Məsələn, sual? benzol məsələn kalium OH-la reaksiya girə bilir. Yox, yox. Benzol kalium OH-dan getmir, yox. Belə reaksiya yoxdur dərslikdə. Yəni bizim dərsdə belə bir reaksiya yoxdur. Oldu mənim. Aha. Gələk 6-cı sual. 6-ya qədər başqa sual varmı uşaqlar? 6-ya qədər. Səbirli ol, bir dəqiqə 6-ya baxaq. Asetilən deyir maksimum neçə qram brom birləşdirir. Şu asetilən bildiyimiz kimi CH2 qat, burada 3 qat rabitə CH-dır və asetiləndə neçə dənə pirabitə var? 2 dənə pirabitə var. Və asetiləndə bildiyimiz kimi neçə mol brom birləşdirəcək özünə maksimum 2 mol birləşdirə bilər. Birisi də 4 dənə bromdur. Pirabitənin ikisi də qırılır. 2 dənə brom bura birləşir, ikisi də bura birləşir. Yəni olur CH, brom. Əslində ehtiyac yoxdur bunu bilməyinizə. Siz bir dənə pirabitəni əldə əsas tutsanız problemi yoxdur. 22,4 nə qədər birləşdirir? 4 vur 80, 320 birləşdirirsə, bəs 5,6 nə qədər birləşdirir? X. Buradan X-i tapırsan, eləcə cavab 80 qram. 4 dəfə azalır da cavabımız olacaq A variantı. Aydın oldu 6-cı sual. Kimin sualı 6-cı sual? Cəfərzadə, aydın oldu? Bəli, müəllim. Aydın oldu. Gözəldir, gözəldir, qəşəngdir. Keçək növbəti 10-a qədər. 10-a qədər. 10-a qədər sual. Bizə də sual 9 var. Ən axırıncı sual qəşəng sualdır. O keçən il düşüb qəbul sualına. Özü ətraflıya düşüb o. Keçən il düşüb qəbul sual. Ətraflı düşüb o özdə. Ona qədər sual. Siz mənə desə müəllim ətraflı, bütün il başımın ətini yesə ətraflı deyə. Ətraflı gör nə düşür ki birinci qruplara? Düşən sual o idi də baxası da indi onun izahına. Ha vallahi ətraflı nə düşür ki? Ona qədər sual. Başqa sual var ona qədər. Uşaq 9-u deyirsiniz. 9-a baxaq onda. Üst 39 qram benzolun sikloheksan. Uşaqlar, benzol nədir? C6H6-dır. Vallahi bunun üçün dahi olmağa ehtiyac yoxdur. Sikloheksan nədir? C6H12. Baş verdim, burada nə qədər hidrogen lazımdır bunu çevirə? 3 mol. 3 mol yəni. 3 mol lazımdır. Burada nə var ki? Adi bir şeydir bu. İşləyəcəklə narahat olma. Elə ətraflı sualları bala-bala gedirik də. İndi ümumi təkrarlara da baxa bilərik. İndi gücümüz çatdığı qədər gedirik də. Uşaqlar, özünüz görürsünüz ki, həftənin 6 günü saat 11-dən başlayıb ən azından 1 saat yarım mən hər gün danışıram. 39 qram nə qədər birləşdirir? 39 qram. 3 mol. 3 mol nə qədərdir? Bilmirəm daha da, üzr istəyirəm. 39 qram bilmirəm nə qədər birləşdirir. Amma 78 qram nə qədər birləşdirəcək? 3 mol. 3 mol nə qədər normal şəraitdə? 67,2. Buradan eksi taparsan, böl 2-yə də 33,6. Cavab olacaq D variantı. Aydın oldu bu suallar. Hələ sənin sualındır. Aydın oldu. Keçək növbəti suala. 11-ə qədər 10-cu sual var deyir. Yoldaşlarınız bayaq onu deyirdi. Aşağı bu da sadə bir sualdır. C-16-dan 8 hidrogen çıxırsan da. C-16-dan 8 hidrogen çıxanda nə qalır? Necə? Davşin sözünü kəsirəm. O sualı sadəcə soruşmamışım. Sadəcə soruşmuşdum ki, yəni C6, H7, C7, H8 qalır. Doğru yəni. Üzr istəyirəm, mən səhv oxumuşam. C-8 alınır, bəli. Tolu alınır da, tolu. Onu da emelik. Onu bilmirəm. Sadəcə soruşdum, C7, H8 alınır. Hə, onu demək. Çox sağ ol. Sağ ol. Qəşəngdir, qəşəngdir. Bəyəndim. Onu da emelik tapırsan, getdi də. Hə, valla gündəlik dərsi hazırlarsa, dediyim elə sən inşallah yazarsınız. Bir balaca ürəkli olur. Divinil, uşaqlar, divinil alkadiyendir. Bilirsiniz ki, burada 2 dənə vinilin birləşməsidir. 2 dənə, burada bir təkrarın aradan, onlarda bir qayda oxun, arada bir kitabın üzünü açın, nə bilim, bir şey eləyin ki, cazdan çıxmasın. Divinil budur. Gəlirəm vinil xlorida. Uşaqlar, vinil xlorid nədir? Vinillə nəyin birləşməsidir? Xlorun birləşməsidir. Bu vinil xloriddir. Etil benzolda uşaqlar, deməli bu benzoldur. Benzolun təpəsində nə var? Birisi də benzolun nüvəsində 6 karbon var. Və təpəsində elə bir dənə etil var. İndi karbonlar nə qədər? 6-dan burada, 2 dənə də burada. Burada 8 karbon var. Burada 2 karbon var. Burada 4 dənə karbon var. Cavabımız nə olacaq?
Qəşəng, bunu bəyəndim, bravo. Bilmədim, kimya qəşəngdir, xoşum gəldi. 4, 2, 8, yəni cavabımız olacaq C variantı. 4, 2, 8. Aydın oldu bu sual. Uşaqlar, kimin sualı mənim yadımdan çıxdı? Kimin sualıydı bu? Hı -hı. Mənim Aydın sualım oldu. idi, aydındır. Ha, aydın oldu. Hı -hı. Keçək növbəti 15-ə qədər sual. 15-ə qədər sual. Hı -hı. 15-ə qədər sual. Cəvahir xanım 15-ci sualı deyir. Başqa sual var 15-ə qədər. Müəllim, kumol haqqa verir. Hə, elədir. Kumol elədir. Uşaqlar, 13-cü sualda 6 mol asetilinin 50% neçə mol benzin olar? Qardaş, asetilin nədir? C2H2. Daş düşsün bu asetilinin başına. C6H6 alınırsa, bu trimerləşmə reaksiyasıdır. Aktiv kömür katalizatorunu. Karbonları bərabər. Heç nə bilmirəm, savadsızam mən. Başım çıxmır kimyadan. Burada neçə dənə karbon var? 3 dənə. Bunu 3-ə vuranda bərabər olur da. Aktiv kömür katalizatoru. Zelenski-Kazanski reaksiyası. 3 molda nə qədər alınır benzol? 1 mol. Bəs 6 molda nə qədər alınardı? X. Biri 3-2 dəfə artıbsa, bunda 2 dəfə artırmaq lazımdır. 2 mol alınmalı idi. Amma çıxım neçə faizdir? 50 faiz. 2-nin Ve 1 mol. ay sağ ol. Cavab olacaq 1 mol. Yəni E variantı. Aydın oldu 13-cü sual. Bəli, bəli. Aydın oldu. Bunu bəyəndim. Səbirli olun, səbirli olun. 15-ci sualı soruşub. Bayaqdan 15-ci sual 15-ci sualın üzərində ciddi müzakirələr gedir 15-ci sualın üzərində. Uşaqlar, alkadiyenin formulu nədir? Alkadiyenin formulu CN Aşın çıxdı. Aşkın mən çıxdı. sizə 50 dəfə demişəm, 98 min dəfə demişəm ki, qardaş, bu karbon qazında, valla bu cümlə çox çətin cümlə deyil. Karbon qazında nə qədər karbon varsa, daş düşsün bu karbon qazının başına. Nə qədər karbon varsa burada, deməli bu karbohidrogəndə də o qədər karbon var. Burada nə qədər karbon var? N plus 2. Deməli sənin istər alkan olsun, istər alkin olsun, nə zəhrimar olursa olsun, deməli karbonun sayı elə N plus 2 olacaq. Alkadiyen dediyinə görə, N-in yerinə N plus 2 yazıram bir dənə. Bilin necə? N-in yerinə nə yazıram? N plus 2 yazıram. Bəli, bəli, həmişə yadında saxla. Karbon qazında nə qədər karbon varsa, tam yanıbsa, deməli sənin karbohidrogəndə də o qədər karbon var. N-in yerinə N plus 2 yaz. Nə olacaq? N plus 2, 2 vurulsun. Deməli, N plus 2 minus 2. Bir dənə formulu tamamlayaq. Edəcək neçə olacaq? 2N, deməli, bir dənə kömək elədə mənə. 52. 2 üstə gəl 2. 2N plus 4, hələ 2N plus 2 eləyir də, hə? Aha. Bəli, bəli. Mən demişəm də, istər su deyir, istər karbon, bütün təmini yazmayacaqdan. Bütün uşaqlar, sizə bütün mümkün asant yolları mən deyirəm. Sadəcə bir diqqət eləsəniz, valla bu söhbət bitir. Birbaşa dirək su yaz. Burada neçə hidrogen var? Deməli n plus 1 qədər su olacaq. Ay, sağ ol. 2n plus 2-ni 2-yə bölürsən, n plus 1. Testimizin cavabı A variantı. Sual səhv eləmirəmsə 23-cü il qəbul imtahanlarında istifadə olunur. Yəni yaxın illərə düşüb uşaqlar. Bu sual yaxın illərə düşüb. Bəli, başa düşdüm. Adı nədir? Keçək növbəti. Mənlə kafa-kafaya gəlmək olar kimyadan. Hə, niyə olmur ki? Mən nə bilirəm kimyadan, sən də. Mən də 3-4 dənə cümlə öyrənmişəm, təkrarlayıram da. Elə şagirdlər olur ki, çox savadlı olurlar. 17-yə qədər sual var, 17-yə qədər. 16 var imiş. Hal-hazırda kimya krallığı yaratmaq istəyirəm uşaqlar. Vadini dəyişib krallıq eləmək istəyirəm. Bunun fikrini alacağım. Ya da imperatorluq elan edəcəm. YouTube'da imperatorluq elan edəcəm. Kimya krallığı. Uşaqlar, səsi orada açıq qalıb kimdəsə. Səsi bala zəhmət olmasa. Bu belə. Xoşum gəldi. Vadi qəşəngdir. Onda yaxşı, vadini saxladım. Gələn illəri imperatorluq quracaq inşallah. Hə, deməli hə, xoşum gəldi. Bu belə kimya zavodu. Bax, İsmail düzəltdi. Bütün adı nədir? Pişirib hamısı xarab oldu. Kimya zavodu. Zavod nədir? Hansı maddənin molekulunda bir pirabitə var. Bir pirabitə var. Asetilin bildiyimiz kimi budur. Asetilin. Burada neçə dənə pirabitə var? 2 dənə. Etilen nədir uşaqlar? Etilen bildiyiniz kimi bu maddədir. Bu CH4. Burada bir dənə pirabitə var. Burada neçə dənə pirdir? 2 dənədir. Burada 2 pirit. Burada 1'dir. Divinil uşaqlar. 2 dənə vinilin birləşməsidir. Birisi də bu çox məşhur maddədir uşaqlar. Neçə dənə pirabitə var burada? 2 dənə. Biri budur, biri də budur. Və propilen də bilirsiniz ki, alkendir. Alkende də bildiyimiz kimi bir dənə pirabitə var. Budur.
Harda bir dənə piramida var. Bu kimin sualı idi? Başa düşdün mü sualı? Bəli, başa düşdüm. Ən qəşəngi vadidir. Polat Alemdar. Xoşum gəldi. Polat Alemdar'a oxşadır mən. Əla. Bəyəndim. Amma krallıq da qəşəngdir də. Təsəvvür et, kralın desən kimya krallığı. Böyüyürsən də imperiya yaradırsan. 17-yə qədər, 17-yə qədər. 17-yə qədər sual. 17-yə qədər. Yoxdur 17-yə qədər sualınız. Hı -hı. 17 sonra da 21. 17 sonra benzol homoloq. Uşaqlar benzolun ümumi formulu nədir? Benzol homoloqlarının. CN2-nin çıxaltıdır. Hörmətli şagirdlər, n-in yerinə n+1 yazırsınız da. Cn+1 içində vurursan nəyə? n+1-ə -6. Vəssalam. Hidrogenlərin sayını soruşur. Bunu hesabladı bir dənə. 2n+2 -6. Cavab neçə eləyəcək? 2n-4. A variantı. Müəllim, orada cavablarda C idi deyəsən. Cavablar səhv gedib də. Cavablarda səhv gedib. Yaxşı mı? Onun üçün cəlsə onu məhkəməyə vermək lazımdır. 7.000 manat cərimə. 7.000 cərimə. Sonra kimya krallığı. Xoşum gəldi. Bunun neçə gün ağlıma fikirləşir bu mənim. İmperiya azad yaratmasına, imperatorluq. Başqa Müəllim, o sual. qəşəng səslənir. Necə? İmperatorluq qəşəng səslənir. Xoşum gəldi. Vahiməli görsənir, hə? Hə, müəllim, bax, müəllim. Müəllim, girən öyrənib çıxır. Kim? Girən öyrənib çıxır. Yəni sizin Bəli, bəli, bəli. İrəli, ancaq irəli, bəli. Ancaq irəli. 20-yə qədər başqa sual var, uşaqlar 20-yə qədər. Test suallarınızı verin, saxlamayın. 20-yə qədər sual. Cəmi 30 dənə sual da suallarınızı verin. 20-yə qədər sual. 20-yə qədər sual. Yoxdur ki 20-yə qədər sual. 20-yə qədər yox. Amma 21 varmış. Yaxşı. 20-yə qədər sual yoxmuş. Bu cəmaət bilir də. Bu xalq bu kimyanı bilir. Bu cəmaət bunu bilir. Bunu öyrəniblər. Bu zəhərə qalmışı. Ha uşaqlar, inanın ki mənə bu testi həll eləmək üçün mən bir dənə buna baxıb bu testi həll edərəm. Etilen var, etilen. Etilen. Etilen S2H4'dür. Hansı bunu bilmirsən də, etileni bari tanı da S2H4'dür. Bunun üzərinə hansı maddəsə üzərinə 1 mol H2 gəliblər, alıblar S2H4. İndi bu dala qaytar da. S2H4-dən H2 çıx. Sənin X-in nədir? S2H2. S2H2 nədir uşaqlar? Alkin, yəni etin. E variant. İnan mənə bu bilə bilmək lazımdır. Bu bilə deyim də sənə, bax. CH, 3 qat rabitə CH, üzərinə gəlinsin xlor 2. Belə yazdım. Aysa, bəli, aysa, eyni eləmək lazımdır. Buna 2 qat rabitəni qırırsan, 2 dənə xlor var da. Bunun birini bura qoyursan, birini də bura qoyursan. Nə anlar? Deməli, CH, xlor. Maddə nədir? 1,2 dixlor eten, yəni alkendir. 1,2 dixlor eten. Biz də demişik ki, alkinlərin o hidratlaşması. Alkinlər hidratlaşan zaman adı nədir? Reaksiya nəticəsində ya aldehid alınır, ya da keton. Yadda saxla. Asetilen aldehid verir. Yadda saxlamaz. Asetilen aldehid. Qalanları keton. Yadda saxla geçsin. Üzərinə su gəlirsən, Kucherov reaksiyası. Civə 2 müsbət tutan iştirakı ilə. İnşallah keçərsiz aldehid qrupu COH qrupudur. COH. Ona gətirirsən bir dənə də karbon qoşursan. Çünki karbon 2 dənə daxil burada. Aset aldehid ilə uşaqlar burada. Aset aldehid. Bir növ asetilenden alınmış kimi bu tarixi adıdır. Aset aldehid. Yəni sırf yadda asetilen aset aldehid. Bu bir növ oradan gələn sözdür bu. Bir növ yadda saxlamaq üçün. Yəni əhdə ehtiyac yoxdur uşaqlar. Bununla bunu bilməsən bu testin cavabını tapa bilərdim. Cavabımız 21-də E variantı olmuş olacaq. Ümid edirəm ki başa düşdü sualı. Heç kim başa düşmədi təsəvvürlə sualı. Aydın oldu. Aydın oldu. Aydın oldu. Xoşum gəldi. Bunu bəyəndim. Sonra 22-ci suala. Uşaqlar, 22-ci sual. Bu da yaxın illərin qəbul imtahanlarında istifadə olunub. Bir hansı radikalların birləşməsindən 1 mol, 3 mol hidrogen birləşdirər. Uşaqlar, bunun üçün vallahi bir dənə oturub piravitdən saymaq lazımdır. Qardaş, mən nə demişdim sizə? Bir dənə piravit olanda 1 mol birləşdirir. 2 dənə olanda 2 mol birləşdirir. 3 dənə 3 mol birləşdirir. Görün hansı 2 dənə ələngəni birləşdirəndə 3 dənə piravit yaranır. Bir dənə baxın hələ. Görün hansı 2 dənə birləşdirsən piravitə 3 dənə olur. Yalnız B ilə C-ni. Aysa başqa birisi yoxdur axı burada. B ilə C-ni birləşdirsən 3 dənə piravit olur. Və bu da vinil asetilen də C4H4-dür. Vinil asetilen. Ona tam doymuş hala gətirmək üçün sənə nə lazımdır? 3 mol hidrogen lazımdır tam birləşmə reaksiyasına. Tutdu söhbəti 22-də.
Ay müəllim, nəyə görə A ilə B olmadı? Aynen bir arkadaş aynen bir olar bile aynen bir dakika bir tane piramit. Bunu doydurmak için bir mol hidrojen lazım. Bir tane piramit var axı burada. Aynen beni birleştirsen. Bize lazım ki elələrin götürməliyəm ki 3 tane piramit olsun. Çünkü 3 mol birləşib baxın. Bir tane piramite 1 mol hidrojen birləşdir. 2 tanesi 2, 3 tanesi 3. Bildin necə? Belə yadda saxlasan problem olmaz. Müəllim yenə deyə bilərsiniz bunu. Bax, deyirəm bax. 22. 1 molu 3 mol birləşdiribsə, Üç deməli piramit, bu onu neçə dənə bildim. piramit olmalıdır? 3. Ha, indi gör hansı 2 dənə birləşdirəm 3 dənə piramit olur. Ha, başa düşdüm. Gör bir dənə piramit buradadır. 2 dənə piramit burada. Bizə lazımdır ki 3 dənə piramit. Hı hı. Sağ olun. Sən də sağ ol. Sonra 24, 25. 24'e kadar başka sual var 24'e kadar. Bir dənə gözlə, bir nəfər seçək bu sualı izah eləsin. Raul izah elə bu sualı. Deməli müəllim, NH iştirakına atom reaksiya daxil olmur. Olmursa deməli bu kənarda, yəni kənarda olanda olurdu. Deməli olmayacaqsa 3-4. Aysa, biraz müəllim kimi izah elə də. Denən ki, ay uşaqlar, müəllim keçən dəfə dedi ki, yadda saxlamanın yolunu dedi. Alkinlərdə dedi ki, 3 qat rabitədə hidrogen atomları olanda həmin hidrogenlər mütəhərrik olur. Yəni onları metal tərəfinə əvəz etmək asandır olur. Və yaxud da heç bilməyənlər üstündə bir cümlə işlətdi. Dedi ki, uşaqlar, 3 qat rabitəsində hidrogen olan alkinlər metallı bir şeyin, bu natrium da ola bilər, gümüş piroksid də ola bilər, mis xlor da ola bilər, metallı bir şeyin, yadda saxlaması bu cümləni deyirəm, savadsız cümlə ola bilər. Metallı bir şeyin amoniakda məhlul olan reaksiyaya daxil olursa, mütləq nə olmalıdır? 3 qat rabitədə nə olmalıdır? Hidrogenlər olmalıdır. Əgər olmursa 3 qat rabitə hidrogensiz olmalıdır. Tutdun söhbəti? B variantı. Bax yadında saxla. Alkin metallı bir şeyin amoniakda məhlul. Bax metallı bir şey ona görə deyirəm. Bəlkə burada natrium yazıb, sabahları qəbul imtahanında mis xlor yazacaq. Və yaxud da gümüş piroksid yazacaq. Mən bilmirəm bax hansını yazacaq. Bəli, bəli. Yaxşı cümlədir. Yadda saxlamaq üçün. Yadda saxlamaq üçün. Mən nə edeyim? Bunun yolu da odur ki, uşaqlar, bu çətin bir şey deyil, valla. Üzərinə natrium gəlirsən. Məsələn, 2 mol gəlsə, amoniakda məhlulur. Burada hidrogenləri görürsən, natriumla əvəzlənir. Olur, natrium, C, 3 qat rabitə, C natrium, plus hidrogenlər çıxır burada. Yəni, əvəz etmə reaksiyasına daxil olur. Yəni, 3 qat rabitədə hidrogen olmalıdır ki, bu zəhrimar bu reaksiyaya daxil olsun. Olmayan nətər daxil olacaq? Əvəz etmə reaksiyasına. Belə yadda saxla. 3 qat rabitədə kənarda olan alkinlər və yaxud da 3 qat rabitədə hidrogen olan alkinlər metallı bir şeyin, yəni metallı bir şey ona görə yadda saxlaya bilim deyə. Natrium, mis xlor, gümüş piroksid, amoniakda məhlul ilə reaksiyaya daxil ola bilir. Olmursa 3 qatda hidrogen olmamalıdır. Başa düşdünüz 24-cü sualı. Axırıncı sualı Ravi izah edərəm. Görün mən müəllim ola bilərəm. Yaxşı. Amma tələsmə də sualı izah edəndə. Sual tələsirsən deyə sualın keyfiyyət düşməsin aşağı. Tələsmə də yavaş-yavaş. Elə bir ki, adına uşaqlara dərs izah edirsən. 25-ci suala baxaq. Hörmətli şagirdlər, burada kalsium karbidin üzərinə su gəlmiş. Uşaqlar, biz bu reaksiyanı 98 min dəfə izah eləmişəm. Hə. Bu kimdir? Kimi? Sübhan atarsan, Sübhan izah eləmək istəyirdin. Ay Sübhan. Deyirəm A2 alınır da burada su gələndə A2. Sən oğulsan. Kalsium nə ilə birləşir? OH ilə birləşir. Kalsium OH2 alınır. Bir də nə alınır? C2H2. Bu nə idi? Asetilenin alınmasıdır. Alkinlərin də formulu nədir alkinlərin formulu? CN H2NCO2. Və yaxud imtahanı yadına salıb, qardaş, yerinə qoy da. N-in yerinə 2 qoyanda 2-ni 2-yə vurub 4, 4-dən 6 sana mənfi qalır axı. Deməli bu olmaz. Bir dənə burada CN H2NCO2 ola bilər. Yəni bu variantda nədir? Olmayacaq. Və mən də bilirəm ki, C2H2-nin də üzərinə H2 gələndə nə alınır? C2H4 qalır. Bu da hansı formuldur? CnH2. Yəni cavabımız olacaq S variantı. Aydın oldu. Sübhan başa düşdünüz sualı 25-i. Sualı mən verməmişim. Ha, sənin sualın. Nəsə kimin sualı? Mənim sualım. Ha, Aydın oldu. Bəli. O olsan. Səbirli olun. 26 və 27-ci suallar orada hücuma hazırlanıb. 26 və 27-ci suallar. Arkadaşlar, 26-cı sualda ümumiyyətlə sizə bir dənə qayda deyirəm. Əgər yadınızdan çıxırsa bunu bir yerə yaza bilərsiniz. Benzol
Yaz onu bir yerə. HX tipli polyar moleküllarına reaksiyaya girmir. X burada nədir? Xlor, brom, yod, OH. Yaz geçsin. Belə reaksiyalar biz öyrəndik. Digər reaksiyalarda ki, biz əhəmiyyət bilirlər. C6H6-nın xlorla demək işığın təsirini alınır. C6H6 xlor 6 666. C6 işığın təsirindən birləşir də. Bunlar çox lazım olur. Bəli, bəli, çox lazım. Bu polimerləşmədir. İki qat rabitə qırılır, monomerlər təkrarlanır. Yəni burada polisterol alınır. Bu uşaq HNO3-dür. Biz də bilirik ki, toluol. Mən bunu dərs izahında da 50 dəfə demişəm sizə. Bir daha təkrardan deyirəm. C, C, CH, 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 HC, HC. Belə bir cümlə öyrətmişdim sizə ki, şapkalı benzollar. Yəni yuxarısında görsən şey var da, damı var da, damlı benzollar. Fikir ver, damı var yuxarıda. CH3. Yəni yadda saxlamasın. İndi birinci qrupsuz. Siz bizsə durub burada çox belə dərin dünya danışmağa ehtiyac yox. İkinci, dördüncü və altıncı vəziyyətdə olan hidrogen atomları neynirlər? Əvəzləməyə meyilli olurlar. Nitrat turşuna belə yazsan. 3 mol HNO2. Bu trotilin alınması da partlayıcı maddə trotil. 3 dənə OH, 3 dənə H lazımdır. Birini buradan, birini buradan, birini də buradan götürür. Əmələ gəlir 3 dənə su və yerdən alır. NO2-ləri birləşdirirsən bura. NO2-nin birini bura qoyursan, birini bura qoyursan, birini də bura qoyursan. Bu partlayıcı maddədir. Bu 2, 4, 6 trinitrotoluol. Yəni bu trotil uşaqlar partlayıcı maddə. C6H6-nın xlorla reaksiyasında uşaqlar, əgər dəmir katalizator olarsa biri əvəzlənir. Bunu yadda saxlamaq yolda sizə öyrətmişdim. Əgər alüminium katalizator olanda 6-sı da əvəzlənir. Alüminium olanda 6-sı da əvəzlənir. Ya alüminium 6, C6H6, daha doğrusu C6, xlor 6 üzərinə gəlsin 6 dənə H olur. Bunlar dərs sallarında hamısı sizə deyilib. Çox sağ olun. Dəyər verdiyinə görə. Çıxışdan hava soyuqdur. Uşaqlar, o səsi bağlar. Nizami səsi bağlar. Nizami hava proqnozu verir orada. Bir müəllim, başdakı qaydanı bir də üstündən keçsək olar. Cəvahir, hansı qaydanın üstündən keçsək? Yəni o benzolun üstünə gəldiyi HX məsələsində. Hə. Yəni H-xlor, H-brom, H-yod, H-OH, yəni su olanda reaksiya getmir də. Bəs o sonra yazdığımız var idi, HNO2 məsələsi. O benzol deyil, axı o tolu oldu. Görmürsən C6H5 CH3. Bax, tolu oldu, axı o benzolun qohumudur. Müəllim, mən qaranti verirəm ki, bu il benzol dərsindən B variantı sual düşəcək. Çox qəşəng ehtimaldır, hə? Bəlkə sənin dimdə adamın var? Hə, mənim əmim dimdə işləyir. Aha. Xoşum gəldi, bəyəndim. Qəranfil deyəcək, gülə-gülə baxın, tecana dərs. Təsəvvür elə ki, adı nədir? Bütün dərsi gülərək keçirir. Dərsə qulaq asın. Yaxşı fikirdir. Keçək növbəti 27-ci suala. Tərkibində hidrogenin kütlə payı 10% olan, uşaqlar bilirsiniz, mən həmişə bir sözüm var. Hər şeyi belə deyək də dozasında saxlamaq lazımdır. Yəni demək də lazımdır, gülmək də lazımdır, nə bilim, arada ağlamaq da lazımdır, sevmək də lazımdır. Yəni dərs sıxıcı olmamalıdır. Yəni Çin işgəncəsi kimi oradan belə danışmaqla da olmur. Arada bir fasilə verib zarafat eləyəsən, arada bir, nə bilim, nəsə söhbət eləyəsən, arada bir lazımdır. Yəni o insan istər-istəməz bir yerdən sonra beyin kütləşir. Və belə, yəni çatmır adama nəsə. Ona görə arada bir fasilə verəsən ki, biraz uşaqların beyni qayıtsın yerinə. Onsuz da bunların beynini buraxış imtahanı uğurlayıb. Beyinsiz qalıb çox. Ona görə bunlar lazımlı şeylərdir. Arada deyib gülmək lazımdır. Görsən 4-5 öyrənib, qaranfil 4-5 öyrənib dərsə qoşulanlar. Bəli. Heç nə olar. Keçək indi 27-ci suala. Tərkibində hidrogen, ümumiyyətlə benzolun formulu nədir? CnH2-ni çıxaldı. Yəni benzolun formulu deyil, benzol sırası deyək də, benzolun homoloqları deyək. Bunun üçün uşaqlar, bunun üçün üzvü bilmək lazımdır. Əgər bu 10%-dirsə, riyaziyyat bizə nə deyir? Bu da 90%-dir. Eni vururam 12-yə. 12-yə 90%-dir. Hidrogenlərin sayı 2n-6, o da 10%. Bu da eni tapa bilərsiniz uşaqlar, bu da eni. Bu da eni tapa bilərsiniz. Bu kimin sualı idi? 27-ci sual. Ayş ola bir Bəli. Nuray, sənin də sualın. Zəfərzadə. Bəli, müəllim. Başa düşdün də söhbəti? Bəli. Sonra, növbəti sual. 30-a qədər neçə sual var idi burada? 30 neçə sual olmalı, səhv eləmirəmsə.
30'a qədər 30 Yox, sual imiş, 31 sualmış desən. 30'a qədər sual var. 28, 29, 29. 28, 29, 29. Əvvəl 28'də baxar, sonra 29'a baxarım. Uşaqlar, mən sizə o vaxtda belə bir qayda demişdim. Nə olar? Bunu yadda saxlayın da bir dəfəlik. Alken, alkan, alken, alkadiyen, bütün alifatiklər var, açıq zəncirlər. Onlarda karbon-karbon arası sigma N-1. rabitə sayı. Həmişə nə demək? Karbon bir var qaz. Aa, sağ ol. İndi özün başlı işlət yenə. Karbon-karbon sigma rabitə sayı 3 dənəsə. Karbon sayı neçə dənədir? 4 dənə. Ay, sağ ol. Alkadiyenin formulunu bilirsən də nədir? Sen H2 çıxaldı. Karbonun sayı da üzr istəyirəm. Sen H2 çıxışı. Karbonun sayı 4 dənəsə. Hidrojenin sayı neçə dənə olur? 6 dənə. Şu. Tutmadın söhbəti. Bax, qardaş. Bütün alfa, alkan, alken, alkal hamısında karbon-karbon arası sigma rabitə sayı karbonların sayından bir dənə azdır. İndi özün başlı işlə. Karbon-karbon arası rabitə 3 dənədirsə. Deməli, karbon sayı neçə olub? 4 dənə. 4. Uşaq, bu ona görə oxlar çəkilsin burada. Bu oxu kim qoydu bura? Bəyəndin bu oxu. Bu oxu kim qoydu bura? Tez kim bu oxu qoyubsa götürsün oxu buradan. Bu oxu kim qoydu? Uşaqlar, bax, bu ox var. Mən başımı dərs izləyirəm. Bu oxu kim qoydu bura? Bu kimin oxudu qoymuşdu bura? Ay, geri qaytarım onun oxunu. Gəl oxu götürəcəksən, qardaş. Yadından çıxıb qalıb orada. Hə, buna bax. Sən var, dərsdən başqa hər şey eləyir, inansana. Elə bir ibtidai icma quruluşunu yaşayır. Götürüb oxunu zadı, girib dərsin içinə. Belə şey olar. Bilinmir alt parolitdədir, üst parolitdədir, daş dövründədir, dəmir dövründə yaşayır, hansı dövrdədir. Ekrana ox qoyur, nizə atır oradan bura. Götürüb oxu oradan tullayır mən tərəfə. Ox vaxtıdır dərsin ortasında. Müəllim, bu dərsi YouTube-a qoyarım. Ay, bunu qoysan heç mazıra gəlməz inansan. Hamı axıra linç edir bizi. Söylərlər orada ki, bu nə dərs. Sonra keçək növbəti 29-cu suala. 29-cu sualda təsəl axtarışlar yazırlar ki, buna baxır. Ay qardaş, yığışdır bu oxlarını. Buna baxır. Onu var, indi onu bloka atacağım, gözləsən. Deməli uşaqlar, bu sualda nəyə fikir vermək lazımdır? Özü sağdan soldan elə bir ki, qəbilə halında hücum eləyiblər. Fikir ver. Cabbarın qəbiləsidir. Biri bu yandan ox atır, biri bu yandan atır, biri buradan, biri buradan. Hətta birlikdə yığışdır bu oxlarını. İndi uşaqlar, bu sualı nə edəcəyik biz? Nəyə diqqət eləmək lazımdır? Deməli, bizim benzolumuz var. 0,1 mol benzol var. Benzol nədir? C6H6-dır. Və bizim bir də 0,1 mol CnH2n-imiz var. Və uşaqlar, burada nəyə diqqət eləmək lazımdır? Vallahi bu biabr olar. Amma risk eləmək lazımdır. Deməli, nəyə diqqət eləmək lazımdır? Uşaqlar, burada təbii ki, ən qəşəng yol birinci olaraq burada 22,4 litrliyi mola çevirmək lazımdır. Bu nə qədər eləyir? 1 mol karbon qazı eləyir. 1 mol eləyir karbon qazı. Və burada sənin hələ bildiyin bir şey var ki, benzolun yanmasını yaza bilərsən. Benzol yananda mən sənə nə öyrətmişdim? Demişdim, karbon qazı su deyirsə, bütün tənliyi yazma. Bütün tənliyi yazma. Bəlkə atdım bunu YouTube-a, nə bilim. Bu mənə belə deyirsiniz, qızıqlanıram. Bura yazıram 6. Yazdım mı 6 bura? Bunun 1 molundan nə qədər alınır? 6 mol alınırsa. 0,1-dən nə qədər alınır uşaqlar? 0,6 mol karbon qazı alınır. Fikir ver uşaqlar. Axı CnH2n yanında da karbon qazı alınır axı. N mol. Diqqətli ol bir dənə. Alınır. Burada fikir ver uşaqlar. İkisindən bir yerdə 1 mol alınır. İkisindən bir yerdə 1 mol alınır. Bunun 0,6-sı kimdən alınır bu 1 molun? 0,6 molu C6H6-dan alınır. Diqqətlə qulaq as. O zaman 0,4 molu kimdən alınır? CnH2. Baxıram indi bura. Bunun 0,1 moluna nə qədər alınır? 0,4 alınırsa 1 mola nə qədərdir? N'dir. Buradan N'i tap 4. Qadir etdi. Müəllim, bunu belə də eləmək olar. Məsələn, 0,1 moluna 0,6 alınırsa, vergülləri ataram. Həmçinin vergülləri atanda 22,4 224 olacaq. O da olar. Qəşəng fikir. Qəşəng fikir.
Sonra 0,1 mol CnH2 deyil. Hı O -hı. da 0,1 mol N verəndə axı vergülləri atmışdıq. O da N mol CO2 qazı verəcək də. Hı -hı. Sonra bunları toplayanda onu 134,4 + 22,4 bərabərdir 224-ə. Buradan N onsuz da 4 çıxır. Əla. Əla, super izah, qəşəngdir. İndi belə də mənim ağlıma bu həll gəldi deyə mən belə yazdım. Sənin həllində qəşəng ta bu arada. Əla da bəyəndim. Sən elə bir riyaziyyatla getdin də, ədədləri çevirdin, tam ədədə gətirdin, qəşəng. Əla, Bəli. super, super, qəşəngdir. Əla. Uşaqlar bir baxın suala görün. Əgər istəsəniz xəyalən şeydir, adı nədir? WhatsApp qrupunu aç. Adı nədir? Şey eləyək. Uşaqlar yavaş-yavaş sənin qrupa yazılsınlar. Hı -hı. Belə. Mənim qrupum. Hə. Allah eləməsin mənim. Yox, ümumiyyətlə belə. Uşaqlar bu arada Cabbar ox atmağına baxmayın, onun Instagramı da varmış. Mən elə bilirdim. Adı nədir? Onun Instagramı zadı yoxdur. Qabul mən neynədir? 30-cu sual. 30-cu sualda uşaqlar. Heksin 3. Heksin 3 nədir? Heksin 3. Müəllim, burada 2 ilə 4-ü tapdım. Sadəcə 3-ü niyə götürürük, onu başa düşmədim. Aha. 3'ü niye götürürük? Heksin, alkin. 3 metil. Şola bir de qulaq asın. Heksin 3 nədir? 1, 2, 3. Mələş yadındadır. Şeydə topla bir sual vardı. Heksin 2 nizameri. Bəli, 8-in 1 olur. Aysa. Heksin 1 ya. Eyni sualdır da. 1, 2, 3, 4, 5, 6. Bu heksin 3'tür. Elə deyil. 3 qat rabitə elə Bəli. 3-cü karbondan ayrılır da. Biz də bilirik ki, bu alkindir. 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 Ha, Bu görürüm. hepsi vermək lazımdır. 3 metil pentin 1 var. 3 metil pentin 1. Bu da alkindir də. Əsas dənizdə neçə dənə karbon var? 5 dənə 5 biri də karbon var. aşağı düşür. Ay sağ ol. 6 karbon oldu. Bəli, Deməli, başa düşdüm. onsuz da heksin 2 dəqiqdir. Bu vəziyyət izameridir. Heksin 2 vəziyyət izameridir. Aydın oldu mu? Vəziyyət izameridir. Bəli. Bu olaraq. Bir də sən bilməlisən ki, heksadiyen, buna da alkadiyendir. Bunu da götürərsən. Burada butadiyen 1,3 niyə olmur? Çünki karbon azdır burada. 4 dənə, 5 dənə karbon. 5 olur, hə. Entadiyen də karbon azdır deyə olmayacaq. Əslində bunlar da izomer ola bilərdilər. Bax belə. Aydın oldu. Bəli, bəli, aydın. Aydın oldu. Sonra keçək. Cəmi ümumiyyətlə 30 sual, 30, hə bu nədir? 32-dən uşaq yeni nömrələmə var imiş. 30, 31, 32, 30. Bu hansı nömrələmədir? Bunu hansı dillə nömrələmişəm mən? Bu nədir? 30, 30. Nəysə, əsas sualı görürük də. Ədəd silsilə yaratmışıq da müəllim. 30, 31, sonra 32, 30. Bu nədir? Hansı silsilədir bu? Belə şey olmur. Bu silsilə zaten bu başqa şeydir bu. Sonra uşaq növbəti. Mənim silsilə deyil, zəlzələdir. Ha, valla bir absılıqdır. Gedərik də Cabbar, gedərik inşallah. Gedərik. Ay, bütün gün ancaq xəngələ gedir bu. Başqa Mənim sual kök var. uşaqdır. Neçə? Cabbar kök uşaqdır. Hə, Cabbar mənə yanlış şagirdin də mənim. Arada bir qoşulu axşam mən başımı xarab edir burada. 30-cu sual. İzah eləyim də müəllim, o mənə söz vermiş. Allah, ölür də özünü tərifləməkdən ötürü. Hə, deməli, keçək 30-cu suala. 30-cu suala qədər başqa sual var uşaqlar? 30-cu suala qədər. Əslində, istəyirəm bir dənə mən öz fikrimi, ya da deyə yaxşı, amma ürəklə dedi. Benzol sırası karbohidrogenin bilirik ki, düzdür. CnH2-nin çıxaltı Yavaş verir. yavaş. CnH2 çıxaldı. Aha. Yaxşı. Karbon deyir ki, A-dır, özü deyir də n bərabər olur A-ya. Aha. Hidrogende 2n çıxaltıdır. Onu da bərabərdir A plus 3-ə. Sonra demir n A-dır, özü deyir də. Sonra 2n çıxaltı bərabərdir n üstənsin 3-ə. Qəşəng. N atırıq bu yana, n bərabər olur 9-a. Bu N qəşəng. 9 olanda da CnH2-nin çıxaltı C9H12 olur. Onu Əla, da deməli, benzol A-nı tapdıq. qoyuruq alınır. Səbirlə tapa. A neçə oldu? A oldu. A9. Sonra? Sonra da bir dənə benzol çəkirik. Benzolun əsasında belə deyək. Sonra ondan 3 dənə metil qrupu ayırırıq. Əslində qalanda, deyirsən müəllim, düzdür, səhv demirsən, düppədüzdür. Əslində sən belə bir şey deyə bilərdin. Deyə bilərdin ki, müəllim,
Benzol nüvəsində biz dərsdə izah eləmişdik ki, 6 dənə karbon hamısı nə vəziyyətdədir? SP2 Ay, sağ ol. Bizim toplam neçə dənə karbonumuz var? 9 dənə. Aha, deməli nə eləməliyik? N çıxı 6 dənə olacaq SP3. Aysa Mələk, sən tapdığın nədir? Orbitalların say. Qəşəng, xoşum gəldi. Bax, o da qəşəng dedi. Ha, 4 vurulsun n-6. Elə bil ki, n-6-ın birbaşa 4-ə vurur. Qəşəng, əla. Amma yəni düz deyirsən, səhv demirsən. Təbii ki, burada 6 dənə karbon sp2 vəziyyətindədirsə, deməli 3 dənə karbon nə vəziyyətdədir? SP3 sp3 vəziyyətində. Bir də sp3-də neçə dənə ləçək var sp3-də? 4 dənə. 4 dənə. 3-ü vurulan 4-ə eləcək 12. Bax, keçən il qəbul imtahanlarının deməli ha, qəşəngdir, maşallah. Uşaqlar qəşəngdir. Sən dərs izahını izləyirlər, ondan sonra deyiləni eləyəndə yavaş-yavaş adı nədir? Parlayırlar. Görürsünüz, uşaqlar 5 də verdilər, kimsə sizə 5 verdi. Ha belə. Cabbar ilk artıq rəqəmi öyrənməyə başlayıb. Xoşum gəldi. Ha, valla keçən il düşüb qəbul imtahanları. Uşaqlar, mən bu sualı özümdən yazmamışam. Bunu qəbul suallarının içindən yığmışam sizin üçün. Mən bunu özümdən yazmamışam. Ətraflı ha, oxutandır da, o ilk öyrəndiyi rəqəmdir də. İlk öyrəndiyi rəqəmdir onun. 5-i təzə öyrənib elə bil ki. Da belə. Keçən il qəbul imtahanı uşaqlar, səhv eləmirəmsə, deyəsən birinci cəhddə düşüb, səhv eləmirəmsə. Birinci cəhddə düşüb, ətraflı kimi düşüb. Ətraflı kimi düşüb, birinci cəhddə düşüb. Bax, belə deyək də, görə qəbul sualları haradadır? İnşallah səhv yadımda qalmayıb. Birinci qrup, birinci qrup. Yox, haradadır bu? Bir dəqiqə sayılır olun. ...2024... Ha, bu haradadır? 2024-cü il birinci qrup ancaq kimya. Keçən il düşəndi. Uşaqlar fikir verin. Bu sualda o sualdır. Gördünüz? Alkadiyen. Bayaqları yazdınız. O sualdır. O sualdır. Gördünüz? O sualdır. İnşallah düz yadımda qalıb. Ha, düz yadımda qalmışmış. 90-cı sual. Baxın. Keçən il birinci cəhddə düşüb uşaqlar bu sual. Müəllimiz sizin bunları yığıb da bir araya. Axtarmırsınız daha hansı haldadır. Hayır, vallahi ətraflı sual deyil. Uşaqlar, Bütün ətraflı bildiyi sizə çox asan gəlir. Ətraflı uşaqlar, buna baxan səslizlər ki, çox asan. Uşaqlar, ətraflı suallar çox sadədir. Siz bunu böyütməyin ağzınıza. Mən nə qədər deyim sizə eyni sözü. Belə uşaqlar. Bu da bitdi. Bax belə. Keçək növbəti suala. Bu da bitdi uşaqlar. Qəbul sualları da bitmiş oldu. Başqa problem var uşaqlar qəbul suallarında? Xeyr, müəllim, hədəfə keçək. Hələ ki, əla gedirik. Müəmmədən nömrələməni düzəldərəm onda. Siz yəni yoxdur, problem deyil. Əsas odur ki, bilək. Keçək indi nə edək? Sonra bu getdi. Bu getdi. Keçək indi quizimizə baxaq. Haradadır bu quiz haradadır? Yəni buradadır. Kompüter ekranda belə sərgi yaratmışam. Çox papka var idi deyə. Düzdüm, qoşdum bunları. Alkinlər və aromatiklər. Mən testi asmamış nömrələr yazdılar. 2, 8, 4, 12, 15 hamısı. İkinci sualın cavabı səhv ola bilər, yox. İkinci sualın cavabı səhv ola bilər. Çox qəşəngdir. İkinci sualın cavabı səhv ola bilər. Ola bilər, olsun. Bilirsən, Sübhan, burada nəyə fikir vermək lazımdır? Ay Sübhan, axı bu işığın təsirindəndir axı. İşığın təsirindən olanda biz bilirik ki, burada nə baş verir? Ham səvəz. H6, xlor 6. Mən bilirsən, bilmirsən, burada birləşmə reaksiyasında benzol nüvəsi dağılır. Benzol nüvəsi qalmır. CH xlor, CH xlor, HC xlor, yəni eyni qayda ilə də hamısı belə. HC xlor, CH xlor, CH xlor. Maddən adı nədir uşaqlar? Heksaxlor, yəni 6 dənə xlor, disikloheksan. Çünki benzol nüvəsi yoxdur axı, disikloheksan. Heksaxlor, disikloheksan. Aydın oldu uşaqlar ikinci sual. İkinci sual aydın oldu. Müəllim, yenə deyə bilərsiniz. Heksaxlor, disikloheksan. Birləşmə reaksiyalarında, yadında saxlayın. Birləşmə reaksiyalarında benzol nüvəsi dağılır. O benzolun yumrusu var, alt elektronlu pi sistemi. O nə edir? Dağılır. Aydın oldu. Bəli. Aydın oldu mu? Dağılır.
Problem yoktur ki burada. Yox, niyə? Gör dördüncü qruplar nə bilir səndə? Dördüncü qruplar gör nə bilir ki? Oğlum, mən sənin növbəti dördüncü qruplarla eləyəcəm, dördüncü qruplarla dirəşəsən gələnləri. Dirəşəsən onlarla. Dördüncü sual. İzopropil asetilen. Uşaqlar, asetilen bildiyimiz kimi narahat olma. Sən narahat olma, mən gör nə edəcəm növbəti. Asetilen bildiyimiz kimi budur. Buna izopropil qoşuluq da. İzopropil radikalda budur da. İzopropil. Все. Bunu adlandırmaq lazımdır. 1, 2, 3, 4. 3 metil, 3-dən metil ayrılıb. 3 metil butin 1. 3 metil butin 1. Aydın oldu. Əhsən. Bu cavablar əslində eşitdir. Prosto bir müəllim bunu çatdıra biləcəyiz. Səs etmişdiniz ki, saat 3-də olsun. Ha. Bunu çatdıracaq inşallah. Gördünüz əgər çatmır, yalanın iki sualımız yoxdur. Yaxşı. Sonra 10-a qədər sual. 10-a qədər sual. 10-a qədər. 10-a qədər 6 gedirlər. 6. 6 sonra 11 gəlir. Səbirli olun. 4 dedim. Sübhan 4'ü demədim. 4 dedim ha Sübhan. 4 dedim ha Sübhan hara getdi? Sübhan hara dedin? Yatmışdım mən sual izah edəndə. Deməmişəm, baxaram. Yaxşı. Daha. Bu asetilendir. İzopropil də qoyduq bura. Bu cavabların oxundan da öyle geri qayıtmıyor. Bu texnikadır. Burada istədiyim var bunu geri qaytarmaq olur. O belə. Bu YouTube'lu video deyil. Bunu ümumiyyətlə paylaşmaq olmaz. Deməli, izopropil də budur, asetilen də budur. Sonra budur beynəlxalq adını istəyir. Nə edirəm? Nömrəliyirəm belə. Ən uzun zəncir budur. 3 metil butin 1. Nədir bu? 3 metil butin 1. 3 metil butin 1. Aydın oldu. Evet. Belə. Sabah sən get təzən oxları düzəltsinəm. Ox qutardı. 6-cı suala keçək. 6-cı suala. Maşın zat istəmir, lazımdır. Deməli, burada nəyə fikir vermək lazımdır? Bu neyinib burada? Başa düşmədim. Bu nə eləyib? Artıq bu bilirsiniz nədir? Baxın bura. Asetilen dimerləşməsidir. Asetilen dimerləşəndə nə alınır? Allah eləmiş yazıda qalar. Vinil asetlin. Bəli, bəyəndin. Vinil asetilen. Buna xəttləri saya bilərsiniz də hər halda. Birləşməsində olan sigma rabitə, ümumi rabitə neçə faildir? Xəttləri sayırsan da burada. Ümumi rabitə nə qədərdir? Ümumi rabitə. Kim xəttləri saya bilər? Xəttləri kim saya bilər? Bir dənə sayın görün, ümumi nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ondan da çıxacaq neçə? Pirabitələr. Ona nə deyəcək? 100% deyəcək. Sigma neçə nədir? Deməli, ümumilikdə 5 dənə. 7, bəli, 70. Bəli. Aydın oldu 6-cı sual uşaqlar. Aydın oldu. Keçək növbəti suala. Keçək növbəti suala. 8-ci suala qədər sual var, 8-ə qədər. Ne soruşa bilərəm? Soruş, ikisini soruş. 7-ci sualda benzin sabit qaynama temperaturuna malikdir. Niyə doğru deyil ki, yəni? Benzin qarşılıqda, qarşının sabit qaynama temperaturu olar. Heç zaman bildim. Sonra növbəti 8. 8-ci sual uşaqlar. Əslində çox qəşəng sualdır. Bu sualı götürək. Belə görünüşü qəşəngdir. Nəsə ona görə deyirəm. Heç həll eləməmişəm. Deməli, burada alkinin formulu nədir? CnH2n sıx 2-dir. Kütlə verib. M kütlədir də böyük ehtimal ki. M kütlədir. Uşaqlar, karbonu burada n-də vuram 12-yə. Bərabər edirəm A-ya. 2n sıx 2-nə bərabər edirəm nəyə? A minus 32-yə. Gətirib A-nın yerine 12n yazıram. 2n minus 2 bərabərdir 12n minus 32. Buradan 10n bərabərdir 30. Buradan n bərabərdir 3. Deməli, söhbət nədən gedir? C3H4-dən gedir uşaqlar. Nədən gedir söhbət? C3H4-dən gedir. Burada nə alınır? Su alınır. Hidrogenləri bərabərləşdir. Bura 2 yapırsan. Suyun emeri verməyib burada. Yaxşı olar ki, verərdi. Burası suyun emeri 18-dir. Bunun 1 moluna nə qədər su alınır? 2 vur 18, yəni 36. Aydın oldu. Bəli, müəllim.
Müəllim, məsələn, qəbulda bu sualı verir. Düzdür, yəni normal sadə sual. Burada suyun emerin verməsə, bu sualı düz götürəcəklər hamı üçün. Narahat olmayın. Qəbul suallarına belə şeylər axı. Qəbul suallarında belə şeylərə diqqət edirlər. Yaxşımı? Yaxşı. Hı -hı. Belə. Müəllim, Hı. qəbula bu mövzudan neçə sual düşür? Hansı mövzudan? Bu mövzudan. Bir dənə. Bir dənə. 1-2 uzağı. Bir dənə bu mövzulardan. Yəni alkin aromatikdən bir dənə düşür. Ya alkin ya aromatik düşür. İkisindən bir dənə düşür. Sonra başqa sual ona qədər. Ona qədər 10 var, sonra 11 var. 10 var, sonra 11 var. Yaxşı. 10, 11, 12. 10, 11, 12. Ola bu reaksiyalarda belə deyək də 10-cu suala baxaq, sonra keçək topludan da müəyyən qədər suallara baxaq. İnşallah ki, çatdırarıq. Ola da bütün gücümü qoymuşam ortalığa. Metan 550 dərəcədə nə yaparsan? 550 dərəcədə. S2H4-də. Aysa, S2H4-də sən bilməlisən ki, üzərinə xlor gələndə piravitə qırılır. Xlorun biri bura, biri bura birləşir. Bunun da üzərinə qələvinin splitdən məhlul gəlirəm. Bilirik ki, burada nə alınır? Alkin alınır uşaqlar. 2 dənə kalium, 2 dənə xloru götürür. Əmələ gəlir 2 dənə kalium. 2 dənə OH daşın birini buradan, birini buradan götürür. 2 dənə su və yerdə nə qalır? CH, 3 qat rabitə CH. Yəni bizim Z-imiz nədir uşaqlar? S2H2-dir. Bundan sonra məncə bilirsiniz daha bundan sonra. S2H2 plus S2H2. Adı nədir? O nədir? Vinil asetilendir uşaqlar. Cavabımız olacaq D variantı. Əslində mən bunu dərs zamanında demişəm necə olduğunu. Baxın. Uşaqlar, vinil asetilin 2 dənə asetilinin belə də bir-birinə reaksiyasıdır. Oradakı Piravitənin piravitən biri digər qırılır. düşür ortaya. Aysa, 2 qat rabitə qırılır. Hidrogenin biri bura birləşir. Bunu görürsən. Bu da bütövlükdə özü bura birləşir. Yəni nə alınır? CH2, CH, C 3 qat rabitə CH. Müəllim, birinci asetilin sonra vinil yazılanda da düz götürülür. Hə, əlbəttə, eyni şeydir. Keçər Həsən, Həsən keçər, eyni şey olmur. Amma vinil asetilin deyə sırasına görə yazmağı elə bilirdim ona görə. Yox, fərqi yox, eyni şey. Belə. Sonra keçək növbəti 11-ci suala. Buraydı 11 deyil. Bahar getdim mən. Hə. Sonra 11-ci sualda bərabər mollarda heksan və benzol 0,10-da aşağı. Niyə buna diqqət eləmişsiniz? Heksan özünə hidrogen birləşdirər də yəni. Özünə birləşdirmə. Amma benzol neyniyər? Özünə hidrogen birləşdirər nə olar? C6. Birisi də benzol özünə 3 aysa olur C6H12. 0,6 mol birləşdirir özünə. Mən də bilirəm ki, 3 mol birləşdirirsə, 3 mol birləşdirəndə bu neçə mol olub əvvəldə? 1 mol. Bəs 0,6 birləşdirəndə nə qədər olar? 0,2. Sağ ol. Deməli, uşaqlar, burada nəyə diqqət eləmək lazımdır? Yox, bu başqa məhbubədir. Bu, bəlkə də bilmirəm, bəlkə tanıyarsan, yox, çətin tanıyarsan. 0,2 mol, yox, o yoxdur, o yeni qoşulub. 0,2 mol, məhbub sən hansıdır? O 4-cü qruplarla da, o biri qrupdadır. 0,2 mol deməli bizim nəyimiz var imiş? Heksanımız var imiş. C6H14 vaxt deyil, bərabər moldadır. Bir də 0,2 molda nəyimiz var imiş? C6H6-mız var imiş. İlkin qarşı neçə qramdır? Uşaq bunun emerlərini tapırsan da. 0,2-ni vurursan, C6H14 emeri nə qədər edir? 86 edir, neçə edir? Elə deyil uşaqlar. Yoxsa 86 edir, deyəsən səhv eləmirəm. 86-ya vurursan. O savadlı uşaqda 0,2-ni də vurursan 78-ə. Bunları tap cəmlələr üstə yerdən geçsin.
Aydın oldu uşaqlar 11-ci sual. Elə bil ki, birləşən hidrogenin moluna görə neyinirsən? Orada 3-ə 1-dirsə 0.6 0 bu 0.2 eləyir. Bəs salam. Burada da diqqət edirsən 0.2 vurursan 86-ya 0.2 vurursan 78-ə söhbət öldü getdi. Apar bastır. Bax belə. Ən nəhayətinə gəldi 12. Şöyle buna yekunlaşdıraq ki, topladan ən azından bir benzola baxaq. Valla maksimum özü görürsünüz ki, qırğın gedir hal-hazırda. Qırğın. Şöyle benzol, toluol və etil benzol. Bunu gəl bir çəkəmdə bunları. Benzol budur. Bu benzoldur. Bu bilirsən də benzoldur. Bu bizim benzol. Sonra toluol. Bir də beğenmişəm şimdi onda. Didərcin salmışam bunları. Yuxarısında metil olandır. Və etil benzol. Etil benzol da burada satılır. Yuxarısında nə var bunun? CH2, CH3 var. Bu da bizim nəyimizdir uşaqlar? Etil benzolumuzdur. Bu birincisi, bu ikincisi, bu da üçüncüsü. Bütün karbon atomları S5 verir. Uşaqlar bilirsiniz benzol nüvəsində bütün karbonun nə vəziyyətindədir? Bütün karbon nüvəsində benzol nüvəsində bütün karbonlar nədir? S5 vəziyyətindədir. Yəni 1-ə gedəcək A. Oksidaşma məhsulundan biri form. Uşaqlar bu məsələ çox müzakirəyə səbəb olan bir məsələdir. Çox müzakirəyə səbəb olan məsələdir. Mənim sizə tövsiyəm odur. Birinci qrup şagirdi olaraq buna çox da köklənin. Söhbət bundan gedir. Bundan gedir. Yəni bizə məktəb dərsinə görə də. Burada bu buradan bölünür. Bir dənə benzoitur alınır. C6H5COH. Bir dənə də HCOH alınır. Yenə deyirəm, buna köklənməyin. Bunu mən sizə deyirəm. Buna köklənməyin. Bu sizlikdir. Gəldik. Oksidativ benzoitur uşaqlar bu tolu oldu. C6H5COH verir. Bu dərsdə də izahlı demişik. Bunu bilməyiz məsləhətlidir. Oksidativ benzoil turşusu verir. Üzr istəyirəm uşaq, çox üzr istəyirəm. Bu səhv yazdım. Buna aiddir. Etil benzola aiddir. Oksidativ benzoil turşusu verir. Bu buna aiddir. Bu dərsdə də var da C6H5 deməli CH3, yəni tolol oksidləşəndə benzoil turşusu verir. Kalium permanganat. Kalium permanganat rəngsləşdirmiş olar. Rəngsləşdirməyən kimdir bu? Benzol, çünki benzol oksidləşmir. Tam hidrogenləşdirəndə heptan alınır. Uşaqlar, heptan nədir? Heptan C7H14-dür. O da kimdən alınacaq uşaqlar? C7H8-dən alınacaq. C7H8 üzərindən 4 hidrogendən alınacaq. C7H16. Bu da bura gedəcək. Nə yazır o da? Kimin tapancasını alır mənim üçün? Mənim ad günüm yanvardadır. Yanvar ayının 23-də. Yox, onun tabancasına dəyməyəm. Onun tabancası qalsın. Mənə cabbarın oxlarından alarsan. Bax belə. Keçək. Mən normalda formiyyat ümumiyyətlə metanolun oksidləşməsindən alınır da. Birinci metanol, sonra oksidləşir aldehid, sonra oradan formiyyat turşusu. Bəli. 11-ci sinif üzrü kimyasında. Mən dediyim kimi, siz mənim dediyim eləyin, narahat olmayın. Mən sənə deyirəmsə, bu düşəcək, bu düşəcək, bu düşməyəcək, bu düşməyəcək. Nə deyirəm, onu deyim. Sür. Belə. Belə keçək növbəti suala. Keçək növbəti suala. Başqa nə sualınız var burada? On 15 soruşur. 15 nədir? 15-i bilmirəm ki, nədir? On 5-ci sual. 13 var. Sonra ümumiyyətlə situasiyanı birdən oxuyum sizin üçün. Karbohidratın kimyəvi xassələrindən danışan müəllim metanın 1500. Sonra metan 1500 dərəcə nə yapar canım 1500 dərəcədə? Asetlin plus hidrogen. CH2 hidrogen yapar canım. Bromus rəngsləşdiyini söylədim. Mən söhbət CH2-dən gedir. İçərisində aktiv, uşaqlar bu CH2 nə olar? Bunu bilin də bir dəfə. Aktiv kömür katalizatoruna reaksiyonu trimerləşmə. Zelinski Benzol verir. Kazanski C6H6 olur. Və bunun benzolla bilirsiniz də bromlu suyu rəngsləşdirir. Bu söhbət Y-dən gedir. Bu X-dir uşaqlar. 13-cü cavabını bildiniz uşaqlar? 13-cü cavabını.
Ayrı Bəli. olar ki. Süper. Keçək növbəti 14-cü suala. 14-cü sualda nədən söhbət gedir? Deyir ki, x-dən y-in alınma reaksiyası. Yazılma budur. X-dən y-in alınma reaksiyası budur. Sonra nə istəyirdi? Ən sonda 15. 15-də nə istəyir? Əgər 16 qram metan parçalanırsa, heç nə. Metan CH4-dür. Parçalanır C2H2 ilə hidrogeni əmsallaşdıraq. Bura 2 atıram. Hidrogen 8 dənədir. Burada 2, bura 3 yazıram ki, hidrogenlər bərabərləşsin. Bəs salam uşaqlar 16 qram deyir. Buraya yazdım 16. Aşağı yazıram metanın emeri 16 deyə vurdum 2, 32. 32-dən nə qədər alınır 32-dən? 32-dən alınır normal şəraitdə 1 mol 22 onda. Burada bir x qoyuram. X-də tapıram 11.2. Sağ olun, salamat qalın. Cavab səhv verilmişdi. Yo, mənim cavab 11,5 idi. Prosta mən səhv qalmışam. Hadi söyle. Uşaqlar, bu da quizimizdə bitdi. Mən əsas açıq deyim sizə, mən əsas qəbul sualları maraqlıdır. Nə yalan deyim. Əsas mənə qəbul sualları maraqlıdır. Cavab düzdür. Bəli, cavab düzdür. Sonra uşaqlar, biz bir də harada qalmışdı axırıncı dəfə? Harada qalmışdı axırıncı dəfə? Benzola başlamalı. Benzon səhifəsini deyərlər mənə bir dənə. Benzon səhifəsini. Bir dənə ona da baxaq biraz. Biraz da benzonun üzünə baxaq. Səhifə 168. Səhifə 168. 168. Başlayaq. Başqa nəsə, burada nəsə yazıb uşaqlar. 168-ci səhifədə. 168-də ikinci sualdır. İkinci sual nədir benzolda? Benzolda 5 dənə maddə təsvir olunmuşdur. Uşaqlar, bu sual əslində dərs izahında da adı nədir? Danışılmışdı əslində. Yox, mən dərs keçirəm, mən nə edirəm başqa yerlərdə. Deməli, burada nəyə baxmaq lazımdır? Bunun nömrəli ilə yaxşısı. 1, 2, 1, 2, 1, 2, 3, 4, 1, 2, 3, 4, bir şey ver, 1, 4, 1, 2. İndi bax, bura gör, burada neçə dənə fərqli maddə var? Bu fikir ver, 1, 2 dimetil benzol, 1, 2 dimetil benzol. Bunlar eyni maddədir. 1, 2, 4 eyni maddədir. Elə deyil uşaqlar. 3 ilə də 5 eyni maddədir. Toplam neçə dənə fərqli maddə var burada? Toplam 2 dənə fərqli maddə var. Bilirsiniz də, metil qruplar 1, 2 orta, 1, 3 metal, 1, 4 paradır. Sonra növbəti sual. Ona qədər sual. Və verin də sualları, tez olun, yeşunlaşdıraq suallar, benzol da yeşunlaşdıraq qalmasın. Növbəti dərsdə başqa şey verəcəm. 4, 5. 4, 5 istəyirlər. Şöyle benzol, bax bura. Heksaxlor benzol. Heksaxlor benzol nə deməkdir? Yəni C6 xlor 6. Heksaxlor benzol. Bunun üçün də nə qədər gəlməlisən üzərinə? 6 mol xlor ki gəlməlisən. 6 mol xlor gələndə bilsən də C6H6-dır. Üzərinə 6 mol xlor ki gəlirsən, alüminium katalizator ilə 6-sı da əvəzlənir. Olur C6 xlor 6, üstə gəlinsin 6 dənə H xlor. Yəni ikisimiz nə olacaq burada? 6. Bu 5-ci sual, elə çətin sual deyil axı 5-ci sual. Görüb, burada nəyə diqqət eləmək lazımdır? Adı nədir? Bu sualda da, 5-ci sualda da sikloheksan, nədir sikloheksanın formulu? Sikloheksanın formulu C6 C6H12. C6H12. Ay sağ ol. C6H12-dən nə qədər hidrogen çıxmalıyam? 6 qalıb 3 mol. Hadi ay sağ ol. Bunun üçün lazım deyil. Sonra ona qədər başqa sual, tez suallarınızı verin, dayanmayın. Bu mövzunda yekunlaşdıraq. Daha başlamışıq da. 10-cu sinifdə bitirək. Maşallah qəşəng gedir. Prosta bir dənə bunu zayını çatmasa, axıra qədər belə aparsan mükəmməl olacaq da. 12-ci suala baxaq. Şöyle benzolun formulu 12-ci suala benzol neçədən başlayır? CnH2 çıxı 6 deyil. M böyük bərabərdir 6. Deməli 3-cü nümayəndə dediyinə görə nəyə götürəsən? 3-cü nümayəndə dediyinə görə. Deməli 6 birinci nümayəndə, 7 ikinci nümayəndə, 8 üçüncü nümayəndə. Yəni eni yerinə 8 yazarsın. C8 H vur yenə ona 8-i 2-yə vur. 16, 16-dan da 6 çıxanda nə qalır? 10 qalır. Bildin necə elədim? Başa düşdün söhbəti? Bax, birinci nümayəndə 6 karbon, ikinci nümayəndə 7, üçüncü 8. Senin enin yerinə 8 yazdım.
S8H10 elədi. Cəmi nə qədər atom var? 18, yəni E variantı. Bu belə. Sonra keçək növbəti 8-ci suala. 8-ci sualda nədir? Benzolun quruluş formulu. Benzol budadır, şu A variantı. Şeydə B variantıdır, budur. Bu sikloheksandır, uşaqlar. CH2, 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 CH2. Bu sikloheksandır, bu benzoldur. Burada bilirsən də CH-lar var hamısı. CH, 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 CH. 8-ci sualda cavab benzolun quruluş formulu. Yəni B variantı olmuş olacaq burada. Sonra 15-ə qədər sual. Müəllim 23. 13 var. 13 nədir? Benzolun homo 10 karbon varsa, benzolun formulu nədir? CnH2-6-dır. N-in yerinə 10 qoy. C10 olanda hidrogen neçə eləyəcək? 2-ni 10-a vur, 20, 20-dən 6 çıx, H 14-dür. Demək, hidrogen sayı neçə olacaq? 14 olacaq. Və bu 14-də də hidrogenin yerinə belə ki, 2n-6-nı bərabər edirsən 16-ya, 2n bərabərdir 22, n də bərabərdir 11. Formul C11 eləyəcək. Yəni C11H 16. Belə. Aydın oldu 13-dən 14. Elə eyni sualdır. Birində hidrogen, birində karbon deyir. Hər n-in yerinə qiymət qoyursan da, yəni 10 deyir 10 qoyursan, 15 deyir 15 qoyursan və s. Aha. 14 belə dediyim kimi də 16 hidrogen varsa 2n-6-nı bərabər eləyirsən 16-ya, 22 n-də tapırsan 11. Qutadı getdi. Bəli, 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 bəli. N 17 aydın oldu, çox yaxşı. Keçək 17-ci sual. 17-ci sual şu olaraq, bu sual əslində qəbul suallarında var idi. Yəqin bir yazıdan çıxıb bunu məndən soruşmaq. Burada benzol bilirik ki, C6H6-dır. Əgər üzərinə brom gəlirəmsə, mən demişdim nəsə, dəmir katalizatoru götürürəmsə, dəmir katalizatoru. Zaten adam yazıb nə alır. Neysə, inansa heç lazım deyil bunu bilmək üçün. C6H5 brom, bir də nə alınır? H brom. Biri əvəzləndə şu olaraq. Dəmir katalizatoru götürürlər deməli. Yazıb əsən dəmir 3 brom bilmişlər kimi. Burada 78 qram daxil olanda nə qədər alınır bunlar? 157. 39-da da bir nə deyirsən? X istəyirsən. Buradan X-i tap. Böl 2-yə də. Neçə eləyir bunun cavabı? 78,5 eləyir. Bəli, bəli. Müəllim üzvünü full bitirəndən sonra onlayn sınaq keçirərik. İnşallah. Əslində çox sınağım var. Sadəcə gərək dərslər bitsin ki, sən son 15 günü əslində son 15 gün eləməyəcəm böyük ehtimal ki. Böyük ehtimal ki, elə mayın 1-ci həftəsindən ümumi sınaqları başladacam. Yavaş-yavaş da mövzuları gedəcəm. Bildin necə? Bilmirəm, dərəcə effektiv olar. Bilmirəm, ya gecikir. Əslində gecikməmişəm. Vallahi mən çox dərs keçmişəm. Mən də 7-ni nə eləyim? 7-ni qutardım, 8-i qutardım, 10-u bitirdim bu günləri. 9, 10, 11 qaldı da mən nə eləyim? Hələ bir ay neçə gün olub? Yəni bir ay 4 gündə dərs başlayıb. Ayın 12-si başlamışdım. Bu günlər nədə onun adı? 18 neçəsidir? Hələ arada özü gözlə bayrama düşdü. Martda 3-4 gün dərs keçmədi bayrama görə. Mən hələ vallahi mən çox qəşəng keçmişəm. Bundan artıq mümkün deyil. Sonra sual, uşaqlar 23-ə qədər başqa nə sual var? 23-ə qədər. 21 var. 21 var, sonra keçək 23-ə baxacağıq. 50% çıxımdan uşaqlar, burada nəyə fikir vermək lazımdır? N-heptan, biz bilirik ki, N-heptan uşaqlar C7H16-dır heptan. Və bundan nə alırıq? Alırıq deməli C7H8. Lazım deyil uşaqlar, nə inəyirlər? Burada baxıram ki, 460 qram tolu almaq lazımdır. Bir neçə mol heptan lazımdır. Uşaqlar, bilirsiniz məsələ nədir? 50% praktiki çıxımla 460 alıblar. Bax, fikir ver cümləyə. 50% praktiki çıxımla 460 alıblar. Baxın, 50% praktiki çıxımı olan reaksiya ilə almaq üçün alıblar bunlar 460-ı. Neçə faizlə alıblar? 50%-dən alıblar. Mən özümə sual verəcəm. Bəs 100%-dən alsaydı nə qədər alardı? Eləyədə 920. 92 almaq üçün nə qədər lazımdır bizə? 10 mol lazımdır. 9 buna nə yazıram? X cavab verəcək 10.
Sonra adam deyir də 50% ilə 463-ü alıblar. O mənə demir ki, 50% çıxımla nə qədər almaq olar. O mənə deyir 50% ilə almışıq 460-ı. 50%-dən almışıq. Və 100%-dən alsaq nə qədər alarıq? 920. Bundan sonrası rahatdır da. 92-yə 1-dirsə, 920-yə də bir x deyirib, cavab eləcək 10. Bax belə. Hə, vallahi hər şey deyir, prosta bir balaca həll eləmək lazımdır. Sonra növbəti sual. 23-də nədir ki, 23-də problem? 23-də problem nədir tam olaraq? Bir dəqiqə səbirli olun. 23-cü Orta hidrogenləri götürməli deyilik. səbirli olun. 23-cü sualda strol molekulunda, uşaqlar, strol bilir ki, vinil benzoldur. Və bunun dərs izahlarında da aşağı-yuxarı sizin üçün qeyd edirəm. Bu bizim strolumuzdur. Yuxarısında nə var uşaqlar? Vinil var və hidrogenləri də düzək. Hidrogenləri belə düzdük. Və bilirsiniz ki, burada da hidrogenlərimiz var. Nə istəyir sualda? Yazır ki, nesnə sigma rabitə sp2 s örtülməsidir. Uşaqlar, burada bütün karbonlarımız sp2 vəziyyətindədir. Hamısı sp2 vəziyyətindədir. Benzol nüvəsindəkilər onsuz da sp2 idi. Bunlarda birisi də 4 dənə karbon atomı sigma sayısı. 4 sigma sp3, 3 sigma sp2, 2 sigma sp1, 1, 2, 3 sp2. Bu da eyni qaydan sp2. Hidrogenlərimiz də nədir uşaqlar? S. Hamısı S hidrogenlərimiz. Heç nə, sadəcə burada CH xəttlərini sayasın. CH xəttlərini görürsə nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Alayım. Fikir ver. sp2s, 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 sp2. Hamısı sp2s'dir. Fikir versən. Hamısı sp2. Burada başqa bir vəziyyətdə karbon yox da. Vəssalam. Sonra sən də sağ ol. Uşaq gözləyim dəqiqə yaman çox qabağa gedir sizə. Başqa sual var mı? Elektrikçinin toplunun yarısı deyə. Sonra başqa sual var burada. 29 var. 29, 29 deyirlər. Etilənlə reaksiyaya daxil olmayır. Lakin benzolla etilenə daxil olur. Benzolla qarşı tərtib olmayan maddə. D variantı uşaqlar sudur. Bayaq dedim də sizə etilen CH2-dir. Su ilə gedir reaksiyaya. 2 qat H-ın biri bura OH bura bilər. Yəni alınır spirt. Amma uşaqlar benzol bayaq dedim sizə benzol HX tipli polyar molekullarına yəni H-xlor, H-brom, H-yod, HOH reaksiyaya getmir. Oksigenlə hər ikisi gedir. Yanır da çünki. Kalium OH-la heç biri getmir. Bromla bilirik ki gedir ikisi də. Biri bromlu su rəngsləşdirir, biri bromla katalizatorla gedir. Xlorla da hər ikisi gedir. Daxil olmayan deyir. Yəni biri ilə getsin, biri ilə getməsin. Etilenlə gedən sudur, amma benzol suyu ilə reaksiya daxil olmur. Aydın oldu 29-cu sual. Bəli, müəllim. Bəs 30-da da indi Y olacaq, yoxsa? Həması daxil. Bəli, var yəni. Bəli. Doğru. Aydın. Bəli. Gördün, bayaq dediyimiz qayda çox işə yaradı. O dediyim H2 söhbəti. Gördün, necə işimizə yaradı. Çıxdım onlar birinci, H2. Ümumiyyətlə, belə bir reaksiya yoxdur. Yəni, benzolun çox işə yaradı o qaydamız. 31-ci sual nədir? Yazır, asetileni benzoldan fərqləndirən nədir? Uşaqlar, asetilenlə benzolun fərqinə baxmaq lazımdır. Biz bilirik ki, asetilenin formulu nədir? C2H2-dir asetilen. Benzolun da formulu C6H6-dır. Molekulda karbon kütləsi uşaqlar, hər ikisində nisbət 1-in 1 olduğuna görə 2-2 birisi də 1-1 deməkdir də. Hər ikisində nisbət 1-in 1 olduğuna görə karbon kütləsi hər ikisinə eyni qədərdir. Yəni fərqləndirə bilməz. Karbon oksitində yenə fərqləndir. Çünki hidrogen burada müsbət birdir, karbon da mənfi birdir. Müsbət bir, mənfi bir fərqləndir. Yanma məhsulu yenə fərqləndirənməz. Çünki yanma məhsulu karbon, qaz və sudur. Bu da fərqləndirənməz. H2 ilə bu da fərqləndirənməz. Benzolda daxil olur H2 ilə. C2H2 də daxil olur. Amma molekul hibridindən fərqlənə bilər. Çünki niyə fərqlənər? Benzol nüvəsində bilirsiniz də, benzol nüvəsində 6 dənə karbon var. 6-sı da sp2 vəziyyətində. 6-nı 3-ə vur 18. 18 hibrid orbitalı burada var. Amma asetilenda bu karbon da sp vəziyyətində, bu karbon da sp-si 2, 2, 4 dənədir. Yəni burada hibrid orbitalların sayı nədir? Fərqlidir. Aydın oldu 31-ci sual. Bəli, müəllim, aydın. Keçək növbəti. 40-a qədər başqa sual. 40-a qədər. 40-a qədər. 32. 32, 42. Səbirli olun biraz. Deməli, benzol C6H6-dır. Bu reaksiyasında
Azalan nədir? Bu təbii ki, ola birisi də CH2, 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 CH2. Belə deyək də, belə bir şeydir. Yəni, əvvəlcə C6H6 idi, sonra oldu C6H12. Karbon atomlarının sayı, şöyle bu dəyişmir ümumiyyətlə. Sigmanın sayı artır. Niyə artır? Çünki əvvəl belə deyək də, hidrogenlərin sayı artır. Hidrogenlər də sigma rabitə ilə birləşirlər də. Karbon oksidaşma dərəcəsi uşaqlar. Hidrogen burada müsbət 1, mənfi 1. Müsbət 1, mənfi 2. Karbon mənfi 1-dən nəyə gəldi? Mənfi 2-yə gəldi. Deməli, azaldı. Hidrogenin sayı azalırmı? Xeyr, artır. Görsən, əvvəl 6, sonra 12 idi. Hidrogen kütlə payı azalanmaz. Çünki hidrogenin sayı artır, kütlə payı da artır. Bax, belə. Aydın oldu bu sual. Bir bax görək, qaranlıq məqam varmı burada? Aha. Sonra başqa sual var 42-yə qədər. Baxın hələ bir dəftərinizə, kitabınıza 42-yə qədər. Post-4-ə baxa bilərik. Post-4 nədir? Burada da alüminium katalizonun 6-sı da əvəzlənir. 6 mol götürsən, 6-sı da əvəzlənir. Alınır C6 flor 6, üstə gəlsin altdan aşılır. Üzvü maddə azalan nədir? Müsbət 1, mənfi 1. Mənfi 1, müsbət 1. Deməli, karbon atomlarının sayı dəyişmir ümumiyyətlə. Hidrogen oksidaşma dərəcəsi müsbət 1, müsbət 1 ümumiyyətlə dəyişmir. Sigma rabitənin sayı burada azalırmı? Xeyr, azalmır. Sadəcə belə deyək də, əvvəlcə sənin benzon nüvən nə idi? C-lərdir. Əvvəl hidrogenləridir burada. Sadəcə hidrogeni çıxarıb yerinə flor qoymuşsan da. Yəni burada heç nə dəyişmir. Yəni sigmanın sayı burada dəyişmir. Azalan nədir? Hidrogen atomlarının sayı bəli, azalır. Çünki hidrogenə gəlir yerinə florlar gəlir. 13 saat çox qəşəngdir. O çox da. Müəllim, bəs burada artan nədir? Artan Karbon karbon oksidaşma oksidaşma dərəcəsi. dərəcəsi. Mənfi 1-dən müsbət 1-ə gəlir bax. Tamam. Hı-hı. Sağ ol. Sən də sağ ol Cinan. Sonra başqa sual. 42-yə qədər başqa sualınız var uşaqlar 42-yə qədər? 42-yə qədər. 37 var, sonra 42 var. Alüminium xloristlə uşaqlar. Ümumiyyətlə, bayaq dedim, eyni sualdır. C6H6 üzərinə gəlinsin. Alüminiumdursa, dedim, nə olur uşaqlar? 6-sı da əvvəl. Alüminium 6 kimi yadda saxla. Alınır C6 xlor 6, üstəyə 6-dan aşılır. Elə ki, 12 xlorda 6-sı hidrogen yerinə keçir. Bir də 6H xlor alınır. Mən indi burada nə deyəcəm? Maddən adı da heksaxlor benzol. Yəni 6 dənə xlor benzol. Dedim, axı, benzol nüvəsi dayanır yerində. Sadəcə hidrogenlər yerinə xlorlar gəlir, bax. 6 dənə xlor gəldi belə. Bir də necə bax belə bu şəkildə. Ha, belə. Buna biz nə deyəcəyik? Heksaxlor benzol. Yəni 6 dənə xlor benzol. Aydın oldu 37-ci sual. 38-də də hidrogenin biri əvəzlənir dəmir katalizatorunda. Onda deyəsən xlor benzol deyəsən. Xlor benzol. Biri əvəzlənir çünki. C6H6-nın üzərinə biz əgər xlor gəliriksə, katalizator dəmirdirsə, dəmir xlor, bu zaman biri əvəzlənir. Olur C6H5 xlor. Elə ki, ona deyəsən xlor benzol. Çünki biri əvəzlənir cəmi cümlətanı. Bax belə. Sonra başqa sual 42-yə qədər. 42-yə qədər başqa Müəllim, problem. 37-də siklo olmurdu. Yo, dəmirdir. İşığın təsirindən oraya olur, sən deyən olur. İşığın təsirindən nüvə dağılır axı. Olur C6, H6, xlor 6. Ha, Amma tamam. əvəz etmə reaksiyonunda benzol nüvəsi qalır. Narahat olma. Tamam. Aha. 42-ci sualda bunun ən rahat yolu nədədir? Bu maddə nədir? C6H6 deyil. Allah saxlamış, dala qaytar da. 8 hidrogen çıxmayıblar. Sən özün 8 hidrogen gəldi. Nə olacaq? C6H14. Bu da nə olacaq? C6H12. Bu kimdir? Heksandır. Bu kimdir? C6H12. Sikloheksan. Bu sadə bir şeydir. C6H6 deyil. 8 hidrogen çıxıb bunu almayıblar. Dala qaytarırsa 8 hidrogeni dala qaytar. Gör bu kim olub X? C6H14. Bu kim olub? 6 hidrogen çıxıblar da. Gəl üstünə C6H12. Cavab olar. Tadir etdi. Burada xüsusi bir şey yoxdur ki. 43 da onun kimi bəli eyni ilə o da onun kimidir. Bu suallar 4-cü qrupların qəbul imtahanlarında soruşublar uşaqlara bu suallarda. O da 90 deyir müəllim, məndə bir dənə səhv sual görürəm, o 94 nədir? Ona baxın. Sonra sən getmək istəsən get, istirahət eləmək istəsən get. 94 nədir? 94 nədir? Ona baxın bir qədər.
Hansı maddə izopropil benzolun izomeridir? İzopropil benzol nədir? Bu belə benzol Kumol. nüvəsidir. Saysa, yuxarıda nələr var? Bunlar var da. Belədir, izopropil benzol. Burada toplam neçə karbon var? 6, 7, 8, 9. Aysa. Bir dənə buna bax bir dənə. 1, 2, 3. Belə bir şey benzol nüvəsidir. Gördüm mən. Burada birinci, sən də bura metilləri qoyursan da. İkinci, metillər eyni şey deyil bunlar. Sadəcə parçalanıb da hərəsi bir yerdədir. Bəli. Ha belə. Keçək növbəti suala. Çox. Bir sənədə də sual yoxdur. Başqa, bir dəqiqə səbirli olun, bir dəqiqə. Şu an bu mövzuda indi müəyyən qədər, gələn dəfəndə başqa bölmə verəcəm sizə. Dostlar, indi ümumi olaraq baxaq görək, suallar varmı? Burada 50-yə qədər sual var, 50-yə qədər. 44 var. Bir dəqiqə şola, bir dəqiqə müəyyən qədər suallara baxaq. Mən ümumi şəkildə tapşırıqlarını verəcəm sizə. Nə etmək lazımdır deyə. Hansı reaksiya? Yadda salın, bromlu suyu rəngsizləşdirmə adi şərətlidir. Bromlu suyu rəngsizləşdirmək adi şərətlidir uşaqlar. Təbii ki, burada birinci adi şərətlidir, üçüncü. Bu uşaq adi şərətlidir. Ümumiyyətlə, benzol, xlorla, bromla ancaq katalizatorla gedir. Yox, narahat olmayın, problem yoxdur. Bax belə. Cavabımız olacaq bir nəfs. Bromlu suyu rəngsizləşdirir. Bu pir abitəsi olanlar adi şərətlidir. Amma o birilər yox. Benzol ancaq işığın təsirindən. İşıq nə idi? Dəmir və yaxud da alüminium katalizatorun iştirakını edir. Ya biri əvəzlənir, ya da altısı. Yəni, bu qayda olaraq belədir. Yəni, bu adi şərtlərdə getmiş söhbəti biraz uzun söhbətlərdir. Bunlara çox girməmək olar əslində qaldı. Xoşum gəldi. Bunu bəyəndim. Sonra Mənim inşallah hidrogeni götürürük sabaha. indi fikrim elədir. Biraz qərarsızam açığı. Bilmirəm nə tər eləyim. İstəyirəm aradan çıxardım onu. Axırda bir dənə 11 qalsın. Onu da sağollaşarıq, hə? Hə, mənim çünki mən qeyri-üzvdən qorxuram biraz. Yaxşı, onda heç nə. Baxarıq da qeyri-üzvə də var. Əslində yaxşı fikir aradan çıxsın da. Mən üzvü özüm bir kəllə atdım. Dedim, qoy üzvü bir balaca laxlasın da, hə? Ona Elə görə. də mənim anlayışımız yarandı. Qeyri-üzvünün bir dənə headshot dedi, sonra Sağ keçərik ol, davam. o da məntiqlidir. O da məntiqli. Bu arada qalmasın da. Tez bazar onu aradan çıxardaq. Sonra 11-dir. Onu da laf belə ümumi sınaqları işləyə-işləyə gedərik, hə? Müəllim, bir şey Bəli. deyə bilərəm. Hə. Mən indi keçən il öyrənməmişəm 11-ci sinifin bu mövzularını. Ona Aha. görə mən bilmirəm də. Çətinlik çəkə bilərəm. Yoxsa asan olar mənim Yox, üçün. sənə olan izahlarını düzələcək də. Sən niyə elə fikirləşirsən ki? Çünki mənim indiki dərslərə məsələn asan gəlir ki, mən keçən il keçmişəm deyə. Narahat İndi olma. onu Əks, o digər dərsə buna da asan. Narahat olma. Narahat olma. Hansı hava hidrogenin halogenin əvəz olması getmir? Əvəz olma getmir A variantı. Çünki dedi axı, işığın təsirindən birləşir. C6, H6, xlor 6. Əvəzləmə olmur, birləşir. Bu B variantı alkandır. Alkanlar zaten əvəz etməyə daxil olur. C2, H, elə ki 6 dənə 3 əvəzlənir. Xlor 3 dəfə, üstə 3 dənə H xlor. Ondan sonra burada əvəzlənir. Dəmir onda 1 əvəzlənir. C6, H5 xlor, üstə H xlor. Başa düşdün necə? Bu A variantıdır. Va belə. Keçək növbəti suala. Aydın oldu. Aha. Başqa sual. 55-ə qədər. $55 var. Benzolun uşaqlar, bu sualı bayaqları yazdıq elə bir ki, qəbul suallarında. Benzol C6H6-dır. 3 mol lazımdır ki, nə olsun? C6H12 olsun. Bayaq qəbul sualında belə sual var idi. Yəni, eyni oxşarı var idi. Sual. 78-də nə qədər lazımdır? 3 vur 22 onda 4. Bəs 156-ya nə qədər lazımdır? X. Qadı getdi. Yox, cavablar niyə küstüm? Yox. Prosta biraz dərsə odaqlanmışam. Çox da şey, nədən olma, mesaj bölümünə o qədər baxa bilmirəm ona görə. Yox. Dərsə fikir verirəm, ona görə. Çox da belə ora oxuya bilmirəm oranı. Ona görə. Sonra, saat gecdir deyə, istəyirəm ki, maksimum sualları cavablandırım. Ən azından bilim ki, bu mövzu bitdi də, başa düşdünüz necə? Kalium xlor plus oksigen. Hə, sonra növbəti sual. Hə, nə alınırdı? Kalium xlorun oksigen. Doğrudur. İndi onu kəsəcək də bizim növbət dərsimizdir. Yaxşı.
Müəllim, bəs kalium xloro 4 parçalandıqda kalium xloroid plus oksigen alınırdı yoxsa? Yox, yox, elə bir şey yoxdur. Kalium kloroid parçalanmasını biz öyrənirik orta məktəbdə manqanoz kimi. Kalium xlorin oksigeni parçalanır. Yaxşı, oksigen laborator alınma təminidir, bəli. Kalium xloro 4 yəni ona parçalanır kalium xloro plus Yox, onu oksigeni. bilmirəm valla. Onu dəqiq bilmirəm. Sənə yalan demiş olaram. Mən bilmədiyim şey danışmaq xoşlamıram adətən. Onu bilmirəm. Çünki bu bəlkə parçalana başqa şey alınır. Yəni onu bilmirəm. Yəni yalandan sənə deyərəm, sonra deyərsən ki, müəllim mən aldatdım. Orada soruşurdular ona görə. Yox, yox, narahat olma. O, ümumiyyətlə orta məktəb kimyasında nə varsa onu soruşulasın. Özünüzdən çox belə yormayın, yaxşımı? Aydın oldu mu? 1 mol benzolun 3 mol hidrogenlə reaksiya. Benzol nədir formula? C6H6. Üstünə 3 mol hidrogen gəlin alınacaq. C6H12 alınacaq. Elə deyil, C6H12. Bu da ki, hansı sinifdir? CnH2. Yəni D variantı. Siklex. Aydın oldu? 63-cü sual. Sonra növbəti sual. Ola bilər qəbul suallarına oxşar suallar da olsun. Ha? Ona görə çox vaxt ötürə bilər yollar əslində qalanda. Sonra növbəti sual. Xoşum gəldi. Əla. Sən yazarsan inşallah. Denən ki, mən öyrənmişəm hamısını. Denən mən parçalayıram buraları. 77-yə qədər sual var, başqa 77. İnşallah bu sualda da. Deməli, özünə 3 mol hidrogen birləşdirəndə Y. İnşallah benzoy turşusu verirsə, gözü qorxma. Benzoy turşusu kimdir? C6, H5, COH. Bu da bilsən kimdən alınır uşaqlar? Bu var ya bu maddə. Bir dənə qulaq as mənə. Bax, bu toluoldan alınır. Toluol oksidləşəndə kalium permanganatla oksidləşəndə bizə verir benzoy turşusu. Və deməli X-imiz kimdir? X-imiz toluoldur. Toluolda 3 mol hidrogen gələndə benzon nüvəsi dağılır. 6 hidrogeni birini bura, birini bura, birini bura. Nəsə paylayırsan da bunları bura. Olur H2, CH2, CH2. Bu da olur metil sikloheksan. Yəni cavabımız olacaq A variantı. 70. Elə bir ki, əvvəlcə bunu almaq üçün sən gərək bunu götürəsən. Toluol götürməlisən. Toluol hidrogen gələndə alınır metil sikloheksan. 6 hidrogendir. Biri bura, biri bura, biri bura. Birləşdirən hamısını bura belə. Bu da metil sikloheksandır. Cavab olacaq A variantı. Sonra 85-ə qədər başqa nə sual var? 85-ə qədər. – 90-a qədər nə sual var? 90-a qədər. Baxa görə nə sual var 90-a qədər? 90-a qədər. Neçə sualdır burada uşaqlar toplam? 132 Hemen seçmə suallarla 15-16 dənə sual qaldı. Seçmə suallarından 15-16 dənə sual qalıb. 89-dur, sonra 90-dır. Bu sualda əslində çətin sual deyil. Burada C6H5H-a birləşir. Olur nə? C6H6. Bunların hamısını götürürsən, birləşirsən bir-birinə. Nə alınır reaksiya nəticəsində? Natrium 2 CO3 alınır. Getdi. Ondan sonra kalsiyum karbid plusu nə alınırdı burada? Kalsiyum OH2 bir də C2H2. Bu da bir sənə trimerləşmədir. 3 mol. Nə alınır burada? Zerniski adı nədir? Kazanski reaksiyası. Nə alınır? C6H6. O belə. O belə uşaqlar. Cavabı saat yuxum gəlir. Heç nə fikirləşə bilmirəm. Qoy testi izah edeyim. C6H6 bu belə, bu da belə. Deyir ki, duz alınır. Ümumi olan səhvdir. Çünki bir dənə duz burada alınır. Sadə formula B variantı. Düzdür. Çünki bilsiz niyə uşaqlar? C6H6 da, C2H2 də ixtisar eləyəndə sadə formulu CH qalır. Başa düşdün mü necə? Niyə belə oldu o? Qaz halında maddədir, benzol mayedir. Ona görə getdi. Bəsit maddə alınır, yalandır. Burada bəsit maddə yoxdur ümumiyyətlə. Əvəz etmə də yalandır. Çünki burada primerləşmə reaksiyası var. Başa düşdün necə? Onlara diqqət eləmək lazımdır. Valla mən də yorulmuşam. Bir dənə sualları yekunlaşdıraq. Sağollaşaq gedək. 90-cı sual.
90-cı sualda da uşaqlar, ümumiyyətlə siz bilməlisiniz ki, benzolun homoloqlarından bir dənə benzolun elə özüdür ki, bütün karbon atomları nə vəziyyətindədir? sp2 SP2. vəziyyətindədir. Deməli, burada bütün karbonların sp2 vəziyyətdə olan benzol kimdir? Deməli, n bərabərdir 6. Deməli, bu da n6-ya bərabərdir. Mən də fikirləşirəm ki, alifatik karbohidrogendir və bütün karbon sp3 vəziyyətdə olan kimdir? Alkandır. C6H deməli 14. 14-dür. Deməli, bu mənim x-imdir. Y-im kimdir uşaqlar? C6H6. Bu da mənim Y-imdir. Alkan bildiyimiz kimi alifatikdir. Hə, narahat olma, yaxşı, yekunlaşdırırıq. C6H14-dür. C6H14-də bildiyimiz kimi burada ümumi rabitə sayı nə qədərdir? 6 ilə 14, 20 edir. 20-dən 1 çıxıram 19. Deməli, burada ümumi sigma 19-dur. Ondan sonra burada isə rabitə sayı 12 dənədir. Çünki qapalı zəncirdə, qapalı zəncirdə karbon-karbon rabitəsi karbonların sayına bərabərdir. 19-dan 12-ni çıxanda neçə qalır? 7. Uşaqlar, 90-a qədər böyük ehtimal ki, bundan sonra nəsə belə bir xüsusi sual qalmaz. Onsuz da 100 neçə sual olmalıdır. Əgər belə xüsusi suallarınız qalsa, gələn dəfə dərsdə baxarıq, yaxşı. Da, yəni bitər gücümüz, enerjimiz bitər çatdırdıq. Adı nədir? İnşallah yaxşı olacaq. Əslində digər sualları, qəbul sualları içində var idi bu suallar. Məsələn, 121, 120, sonra bunların çoxu qəbul suallarında var idi. Məsələn, 126. Yəni, özü elə də qorxmayın. Bunlar qəbul suallarında var idi uşaqlar. Yəni, burada çox sualı qəbul suallarında işlədik əslində qalanda biz. Yaxşımı? Bu da uzaq başı 3-4 dənə sual qala bilər. Onu da ki, həll eləyərik. Oldu. Belə Oldu. uşaqlar. Ha, belə. Oldu uşaqlar. Sağ olun, gecəniz xeyrə qalsın. Ev tapşırığını qrupa yazın. Oldu. Mən yazacaq. Yoxsa sabah. Yox, indi göndərəcəm materialları qrupa. Yaxşı, təşəkkürlər. Oldu Gecəniz xeyir. uşaqlar. Gecəniz xeyrə qalsın. Sağ olun, salamat qalın. Sağ olun. Oldu uşaqlar. Sağ olun.